Salam dəyərli izləyicilər, mən Sara müəllim. Bu gün sizlərlə riyaziyyat 1-ci hissə test toplusundan olan kvadrat köklər mövzusunun testlərinə baxacağıq. Gəlin vaxt itirmədən keçək sualların izahına. Birinci sualda deyir, A3-dən böyük olduqda ifadəsini sadələşdirin. Baxın, burada mən diqqət etsəm, görərəm ki, A 3-dən böyükdür, amma 3-dən A-nı çıxıb. Yəni, burada biz nə görürük? Kiçikdən böyük çıxıb. Kiçikdən böyük çıxılanda həmişə mənfi ədəd alınır. Və mən onu da bilirəm ki, kök altından cüt dərəcədən heç vaxt mənfi çıxa bilməz. Əvvəlcə baxaq buradan. Bu 2 ilə, baxın, bu kvadrat gedir. Bu 2 ilə kvadrat gedir. Təbii ki, buradan 3-dən mən A çıxsam mənfi alacağam və onu da bildim ki, mənfi çıxa bilməz cüt dərəcədən kökün altından. Və mən burada nə edirəm? Bu 3 çıxaq A-nı modulda yazıram. Mən yazıram modulda 3 çıxaq A, çıxaq A, çıxaq 3 bərabərdir. Moduldan çıxanda uşaqlar həmişə necə olur? Baxın, məsələn, mən yazıram 3 çıxaq, 3-dən böyük bir ədəd verək A-ya. Məsələn, 5 verək. 3-dən mən normalda 5 çıxsam, bu olacaq mənfi 2. Amma mən modulda 3-dən 5 çıxsam, bu olacaq 5 çıxaq 3. Yəni, müsbət 2. Və mən burada da həmin qaydanı tətbiq edirəm. Moduldan A çıxaq 3 olur, çıxaq A, çıxaq 3. Burada A-nın biri müsbət, biri mənfi olduğuna görə gedir. Mənfi 3-dən mənfi 3 eləyəcək mənfi 6. Bu da olur D variantı. İndi baxıram ikinci suala. Yenə ifadənin qiymətini soruşur. Həmişə bu tip suallarda baxın, bu kvadratla bu kök gedə bilər. Bu kvadratla kökləri silirəm. Baxın, hamısını sildim. Və birinci tərəfdə burada qaldı sadəcə 15. Üstə gəl. Baxın, bu tərəfdə mənfi 10-dur. Biz axı nə dedik bayaq? Modulda cüt dərəcədən kökün altından mənfi çıxa bilməz. O zaman 10 modulda çıxır. Gəlin bu tərəfdə yazaq. Yazıram 15, üstə gələk. Mənfi 10-dur, kvadratla kök getdi. Modulda mənfi 10-u yazıram. Çıxaq 7, elə özü qalır. Çıxaq. Mənfi 12-ni də modulda yazıram. Bu da modulda yazanda təbii ki, moduldan müsbət çıxacaq. Yazıram 15, üstə gələk 10, çıxaq 7, çıxaq müsbət 12. Burada da olacaq 6, yəni D variantı. Baxın, 13-cü sualda, 3-cü sualda həmin qayda ilə yazırıq. 3-cü sualda yenə 2 ilə modul gedir, daha doğrusu kök gedir, qalır 13, üstə gələk. Burada 2 ilə yenə kök 6 gedir, mənfi 8. Mənfi 8-də mən modulda yazsam, orada müsbət 8 çıxır. Çıxaq, yenə kvadratla kök gedir. Bu tərəfdə də kvadratla kök gedir. Yerdən də qalır, olduğu kimi yazıram. Çıxaq, baxın, mənfi 6, müsbət 6 olaraq gəlir. Burada 8-in biri müsbətdir, biri mənfi 8-lər gedir. 13 çıx 6 qalır. Bu da olacaq 7, 7. Yəni A variantı. İndi baxırıq 4-cü suala. 4-cü sualda mən nə edirəm? Hər birini ayrı-ayrılıqda kökün altında yazsam daha rahat olur. Mən burada hər birini ayrı-ayrılıqda kökün altında yazdım. İndi yazıram 7 onda 5 vuraq kök altında. 1 onda 3 bu hissəni olduğu kimi yazıram. Əvvəlcə mötərizənin içi həll olunmalıdır. Burada mötərizənin içərisini həll edərkən ortaq məxrəcə gətirməliyəm. Ortaq məxrəc də bunların hasili olacaq. 1 onda 3 ilə 7 onda 5-in. Mən yazıram məxrəcdə 1 tam onda 3 kök altında. Vuraq kök altında 7 tam onda 5. Surətdə də uşaqlar, əgər ortaq məxrəc mən hər iki kəsirin məxrəcinin hasilini götürdümsə, mən həmişə birinci tərəfə birinci kəsirin surətindən ikinci kəsirin məxrəcinin hasilini yazıram. Yəni 7 onda 5 kök altında. Vuraq kök altında 7 onda 5. Çıxaq. Çıxandan sonra da digər tərəfə də ikinci kəsirin surətindən birinci kəsirin məxrəcinin hasilini yazıram. Bunlar da eyni ədədlərdir gördüyünüz kimi. Bərabərdir. Baxın uşaqlar, gəlin bunu yazaq. 7 onda 5 vuraq 1 tam onda 3-ü yenə yazıram. Vuraq, indi mən mötərizəni açdım.
7 tam kök altında 7,5-i kök altında 7,5-ə vuranda elə 7,5-in özü çıxır. Ümumiyyətlə 2 dənə kök altı ifadəni əgər eyni ədəddirsə bir-birinə vuranda onlardan biri kökün altından çıxır. Aha, burada kök altı olmamalı idi. İndi 1/3-ü də kök altında 1/3-ü bir-birinə vuranda elə 1/3-ün özü çıxır. Məxrəcdə də, daha doğrusu burada çıxma var. 1/3 kök altında vuraq, kök altında 7,5. 1/3 ilə 1/3 gedir, 7/5 ilə 7/5. Bunlar da çıxılanda olacaq 6,2. Yəni B variantı. Baxıram 5-ci suala. 5-ci sualda eyni həmin qayda ilə hesablayırıq. Gəlin əvvəlcə ayrı-ayrı kökün altında yazaq. Əslində birinci hissəni ayırmağa ehtiyac yox idi, amma yuxarıda yazıram 9,2-ni ayrıca. Çünki hər biri eyni kökün altındadırsa, mən bunları ayıra bilərəm. Təbii ki, vurmada və bölmədə olur bunlar, toplama çıxmada. Yəni kəsrin sürət və məxrəcində biz bu üsuldan istifadə edə bilərik. İndi baxın uşaqlar, bayaqki qayda ilə yenə yazıram. Vuraq kök altında 3,7. Vuraq. İndi mötərizənin içərisində ortaq məxrəci gətirmək üçün hasilini yazacağam. Kök altında 3,7 vuraq. Kök altında 9,2. Yenə 9,2 kök altında vururam. Baxın, bu kəsirin məxrəcini nəyə görə? Çünki ortaq məxrəc bunların hasili idi, ona görə. Vuram 9,2-yə çıxaq. Yenə bu birisi kəsrin sürətini bu kəsrin məxrəcinə vuracağam. 3,10 kök altında 3,7 vuraq. Kök altında 3,7. Baxın, buradan 9,2 kökün altında vuraq. Kök altında 3,7 vuraq. İndi mən mötərizəni açanda 9,2-ni görürsünüz, eyni ədəd kökün altında 2 dənə eyni ədəddirsə, onlardan biri kökün altında olduğu kimi çıxardıram. Yəni olduğu kimi yazıram. Çıxaq. Yenə bunlar da eyni ədəddir. Fərz eləyin ki, bu kök altında 3,7-nin mötərizədə kvadratıdır da. Burada 2 ilə də bu kök altı gedir, qalır 3,7. Yəni çox sadə bir şeydir. Yəqin ki, deməyə ehtiyac yoxdur. Burada da yenə kökün altında 3,7 vuraq, kök altında 9,2. Burada nə qaldı? Baxın, 3,7 ilə bu 3,7, 9,2 ilə 9,2 getdi. Burada da qaldı 9,2 çıxaq 3,7. Bu da olacaq 5,5. Yəni A variantı. İndi keçirik növbəti suala, 6-cı sual. 6-cı tip sual ümumiyyətlə yəni çox tez-tez rastlaşırıq. Uşaqlar bu tip suallarla buraxılışı da düşür, hətta qəbul imtahanında da, sınaqlarda da. Biz burada nə edirik? Ümumiyyətlə kəsrin məxrəcini irrasionallıqdan azad etmək üçün həmin kəsrin məxrəcini qoşmasına vurmaq lazımdır. Mən kök altında 2-nin üstünə gəlirəm, kök altında 3. Kök altında 2 üstə gəl, kök altında 3-ün qoşması həmin ifadənin, yəni toplamadırsa çıxmasına vururam, çıxmadısa toplamasına vururam. Yəni belə deyək. Baxın, kök altında 2 üstə gəl, kök altında 3-ün qoşması kök altında 2, çıxaq kök altında 3 olacaq. Mən indi və bir qayda bilirəm ki, kəsrin... Aha, mən 7-ci sual yazdım, 6-cı sual qaldı. Yaxşı, gəlin 7-ni izah eləyək, 6-nı buradan yazarım. Qarışdıracaqsınız. Yaxşı, gəlin elə 6-nı yazaq. Surətdə 3 yazıram, məxrəcdə kök altında 5, çıxaq kök altında 2. Baxın uşaqlar, yenə kəsrin məxrəcini qoşmasına vururam. Kök altında 5 çıxaq kök altında 2-nin qoşması kök altında 5, üstə gəl kök altında 2-dir. Surəti də əgər məxrəci mən nəyə vurdumsa, mütləq surəti də həmin ifadəyə mütləq vurmalıyam. Mən məxrəcdə nə aldım? İndi mən sizə müxtəsər vurma düsturlarından danışmaq istəmirəm. Sadəcə sizə qayda olaraq deyirəm. Əgər qoşmasına vurduzsa, açılışı nə olacaq? Birincinin kvadratı çıxaq ikincinin kvadratı. İstəyir burada toplama da olsa, çıxma da olsa. Sadəcə çıxma kimi yazıram açılışını. 5-in kvadratı çıxaq kök altında 2-nin kvadratı. Surətdə də olduğu kimi saxlayaq.
3 vuraq kök altında 5 üstə gəl kök altında 2 bərabərdir. Baxın, bu kvadratla bu kök gedir, kvadratla kök gedir. Məxrəcdə qalır 5 çıxaq 2, yəni 3. Surətdə də qalır 3 vuraq kök altında 5 üstə gəl kök altında 2. Burada da 3'lər gedir, qalır kök altında 5 üstə gəl kök altında 2. 7-ci suala baxırıq. 7-ci sualda həmin qaydada surətdə 1-dir. Kəsrin məxrəcini irrasionallıqdan azad edəcək. Kök altında 2 üstə gəl kök altında 3-ün qoşması nədir? Kök altında 2 çıxaq kök altında 3. Uşaqlar, gəlin sizə belə bir sadə bir qayda deyim. Baxın, kök altında 2 çıxaq kök altında 3. Yəni bunu yazanda siz əgər məxrəcdə nə gördünüzsə, həmin ifadəni elə məxrəcdə yazın, birincinin kvadratı çıxaq ikincinin kvadratı. Surətə də elə, məsələn, burada toplamaydısa çıxmanısını yazırsınız surətə. Çıxmaydısa toplamanı. Yəni, baxın, mən tutaq ki, bunu yazmamışam. Fərz edin ki, bu tərəfi görmürəm. Mən baxıram bura. Baxıram 7-də. Mən yazıram, kökün altında sadəcə kökün altındakı ifadə var. Yazırsınız 2 çıxaq 3 məxrəcdə. Məsələn, bax, burada nə yaza bilərdik? Yaza bilərdim 5 çıxaq 2. Məxrəcdə təbii ki. Surətdə də, bax, bu 2 çıxaq 3 var. Bunları ayrı-ayrı da kökün altında yazırıq. Burada toplamadırsa çıxmanı yazıram surətə, çıxmadısa toplamanı. Yəqin ki, fikrimi çatdıra bildim. İndi burada yenə mən bu məxrəcə baxmadan da yaza bilərəm ki, bu nə olacaq? Kök altında 2-nin kvadratı, çıxaq kök altında 3-ün kvadratı. Yəni, mən bunu bu şəkildə yazmaya da bilərdim. Birbaşa yaza bilərdim 2 çıxaq 3. Sadəcə bu şəkildə yazırsınız uşaqlar. Gəlin yazaq. 2 çıxaq 3. Surətdə də olacaq kök altında 2 çıxaq kök altında 3. Aha, burada da olacaq məxrəcdə qalır uşaqlar -1. Surətdə də olacaq kök altında 2 çıxaq kök altında 3. İndi uşaqlar, burada mənfi alındı. Mən kök altında 2 ilə kök altında 3-ün yerini dəyişib. Baxın, burada mənfi alınacaq da. Fərz edin ki, 1 yoxdur, bu mənfidir. Mən deməli, kök altında 2 ilə kök altında 3-ün yerini dəyişib bunu müsbət eləyə bilərəm. Yaza bilərəm kök altında 3 çıxaq kök altında 2. Bu da olacaq C. Yəni, uşaqlar, başa düşdünüz. Bu tip sual görəndə, baxın, deyir, irrasionallıqdan azad edin. Tez məxrəcdə nə yazırsınız? Həmin ifadənin toplama da olsa, çıxma da olsa, kökün altından olduğu kimi, kökün altını silib, olduğu kimi çıxmasını yazırsınız. Surətə də həmin ifadənin toplamasıdırsa çıxmasını, çıxmasıdırsa toplamasını yazırsınız. Yəni, ay qoşmasına vurum, nə bilim, onları, yəni sonra müxtəsər vurma düsturunu izah edim, yəni bunlara ehtiyac yoxdur. İndi baxıram 8-ci suala. Deyir ki, P sıfırdan kiçik olduqda. Uşaqlar, P sıfırdan kiçik olduqda o deməkdir ki, yəni modulda P-dən mənfi P çıxır. İndi baxıram mən bura. Bax, kök altında P üstü 4-dən P-nin kvadratı çıxacaq. Mən indi yazıram surətdə P kvadratı. Təbii ki, məxrəcə yazaq, P çıxaq 1. Çıxaq, baxın, P kvadratı P ilə kök altı ixtisar gedir və mən bilirəm ki, cüt dərəcədən kökün altından mənfədə çıxa bilməz. Modulu çıxmalıdır mütləq. Mən yazıram, çıxaq modulda P. Bərabərdir. Baxın, biz nə dedik? Modulda P-dən P çıxır. Əgər P sıfırdan kiçikdirsə. Buradan olacaq P kvadratı, çıxaq mənfi P. Bu mənfi P-də həmişə yadınızda saxlayın. Bu mənfi ilə mənfini yan-yana görəndə bu mənfi olur müsbət. Üstə gələk. P olacaq məxrəcdə də. Daha doğrusu burada toplamadır. Mən çıxma ilə yazıram. Mən niyə belə qarışdırıram? Birinci suala baxıb növbətini yazıram. Aha, baxın. İndi burada elə bil ki, P kvadratı üstə gələk mənfi P olmalıydı. Mənfi ilə müsbət yan-yana gələndə isə burada mənfi qalır. P kvadratı çıxaq 1, məxrəcdə də olur P çıxaq 1. Burada yuxarıda ortaq məxrəc olaraq, ortaq vuruq kimi P vuraq, P çıxaq 1-i yazsam, məxrəcdə də P çıxaq 1-i yazıram. P çıxaq 1-lər gedir, qalır P.
Bu da olacaq Y variantı. 9-cu sualda eyni həmin sualdır. Yenə baxın. P üstü 4-dən P kvadratı çıxır. P 0-dan kiçikdirsə, təbii ki, modulda P mənfi P deməkdir. Buradan olacaq P kvadratı çıxaq. Baxın, modulda P, yəni mənfi P. Çıxaq mənfi P. Bu mənfi P ilə mənfi də yan-yana olduğuna görə bu olacaq üstə gələk P. Məxrəcdə də olur P üstə gəl 1. Burada da P-ni ortaq vuruq kimi çıxardıram. Bu şəkildə yazıram. Məxrəci də olduğu kimi yazsam, yenə bunlar gedir, qalır P. Yəni 9-cu sualın cavabı olacaq Y variantı. İndi baxıram 10-cu suala. 10-cu sualda mən necə yazıram? Baxın, kök altında 1-dən onsuz da axırıncıda burada. Elə 1-in özü çıxır. Mən buranı 1 bölək kök altında 5 kimi yaza bilərəm. İndi mən yazacağım kök altında 20-də. Gəlin indi bura ortaq məxrəcə gətirək. Mən burada yazdım. Baxın, ayrılıqda 1-i kökün altından çıxartdım. Ortaq məxrəc təbii ki 80 olacaq. Kök altında 80. Kök altında 80-i kök altında 20-yə böləcəm. Baxın, 80-i 20-yə bölürəm kök altında. Burada olacaq kök altında 4. Kök altında 4-dən də 2 çıxacaq. Mən bu 2-ni də vuracam 20-yə. Burada olacaq 40. Çıxaq, 16 olduğu kimi yazır. Çıxaq, kök altında 80-i kök altında 5-ə böləndə bura olacaq kök altında 16. Kök altında 16-dan da 4 çıxacaq. 4-ü də vuracam 1-ə, eləyəcək elə 4. Burada olacaq kök altında 80-də 20. Kök altında 80-i mən yaza bilərəm. Kök altında 16 vuraq 5 kimi. Sürətdə də 20 var idi. 16-dan 4 çıxır. Sürətdə 20-ni yazıram. 5 də kökün altında qalır. Bu 20 ilə 4 ixtisar gedir. Sürətdə olacaq 5. Məxrəcdə olacaq kök altında 5. İndi baxıram, belə bir cavab yoxdur. Deməli, mən nə etməliyəm? Bu kəsri məxrəcini irrasionallıqdan azad etməliyəm. İrrasionallıqdan azad edəndə qoşmasına vururam. Kök altında sadəcə 5-i elə kök altında 5-ə vuracam. Sürətdə 5, məxrəcdə kök altında 5. İndi məxrəci vururam kök altında 5-i. Mən məxrəci nəyə vurdumsa, sürəti də mütləq həmin ədədə vurmalıyam. Məxrəcdə olacaq, baxın, 2 dənə eyni kök altını bir-birinə vuranda biri sadəcə kök altısız yazılır. Sürətdə də olacaq 5 kök altında 5. 5-lər gedir, qalır kök altında 5. Yəni B variantı. 11-ci sualı da həmin qaydada. Mən bunları bu şəkildə köçürdüm. Baxın, kök altında 5 ilə 1-i ayırdım. Burada yenə ortaq məxrəc olaraq kök altında 20 olacaq. Kök altında 20-ni kök altda 5-ə bölürəm. Kök altda 4 qalır. Kök altında 4-dən də 2 çıxır. Onu da vururam 2-yə. Eləyəcək 20. Gəlin yazaq elə 20. Çıxaq. 8-i yazıram. Çıxaq. Deməli 20-ni 5-ə kök altında. Burada olacaq kök altında 4. Kök altında 4-dən də 2 çıxır. 2-ni 1-ə vururam 2. Bərabərdir. Kök altında 20-də. Burada da çıxanda eləyəcək 10. Bərabərdir. Kök altında 20-ni uşaqlar mən 4 vuraq 5 kimi yazsam. 4-dən çıxacaq 2. 5 kökün altında qalacaq. Sürətdə 10-u yazıram. 2 ilə 10 ixtisar gedir 2-yə. Burada 1, burada 5. Kök altında 5-də 5. Yenə mən burada nə edirəm? İrrasionallıqdan azad edirəm. Vuraq kök altında 5. Məxrəcdə 5 qalır. Sürətdə 5 kök altında 5. 5-lər gedir. Qalır kök altında 5. Bu da olacaq D. 12-yə baxıram. Uşaqlar, baxın 12-ci suala. 12-ci sualda deyir, x-i y ilə ifadə edin. Mən baxıram x-a. X-ım kök altında 7-dir, y kök altında 0,7-dir. İndi mən 0,7-ni 7-yə gətirmək üçün mən bunu neynəməliyəm? Təbii ki, kökün altında 0,7-ni kökün altında ona vuraram. Yəni vuraram kök altında 10-a. Mən də baxıram x-da kök altında 7-ni, bu olacaq kök altında 7. Kök altında 7-nin qarşısına bir dənə 10 dayanır. Mən də bunun qarşısına bir dənə 10 əlavə eləyərəm.
Baxın, 10 kök altında 10 oldu. Bir dənə də y yazıram. Y-im nədir? 0,7-dir də. Kök altında 0,7. 0,7-nin yerinə də mən y yaza bilərəm. Bu da olacaq B variantı. Və yaxud da digər yolu necə eləyə bilərik? Məsələn, 12. Ümumiyyətlə, bir ifadəni digərindən əvəz eləyəndə həmişə bölmək lazımdır. Hansınla əvəz eləyirsənsə, həmin ifadəyə, həmin dəyişənə, nədirsə ona bölmək lazımdır. Baxın, x, mən yazıram x bölək y. Çünki y ilə ifadə etməliyəm. X-im 10 kök altında 7-dir. Y-im kök altında 0,7-dir. Mən kök altında 0,7-ni kök altında 10'da 7 kimi yazsam, sonra bu 10'da 7'ni ayrı-ayrı kökün altında yazsam, kök altında 7, məxrəcdə də kök altında 10 yazsam, yəni heç bir səhv etmiş olmaram. Gəlin yazaq. Bu da olacaq kök altında 10'da, kök altında 7. Və biz də bilirik ki, kəsrin məxrəcində kəsir olanda nə olur? Məxrəcin məxrəci, belə yadınıza saxlayın, surətə vurulur. Yəni 10 kök altında 7-ni vuracam bu məxrəcin məxrəcinə, kök altında 10'a. Yenə burada kök altında 7 də qalır məxrəcdə. Baxın, bunlar gedir, nə qaldı? 10 kök altında 7 qaldı. İndi x bölə y bərabərdir 10 kök altında 7. X da bərabərdir 10. Daha doğrusu, çox üzr istəyirəm uşaqlar. Baxın, 7'lər getmişdi. 10 kök altında 10 qalıb. X da bərabərdir 10 kök altında 10 vuraq y. Mənim bundan sonra dərsim başlayacaq onlayn. Ona görə biraz tələsirəm. Bəzi mexaniki səhvlərim ola bilər. 13-cü sualda uşaqlar eyni qaydada baxanda da görə bilərsiniz. Amma gəlin yazaq qayda olaraq. Baxın, mən burada nə görürəm? Mən 0,3'ü kök altında nəyə vursam 3 eləyər sadəcə kök altında 3. Kök altında 10'a vursam. Baxıram, bu qarşıda da bir dənə kök altında 10 var. Elə bunu da əlavə edirəm qarşıya. İndi mən nə ilə ifadə eləməliyim? B ilə ifadə etməliyəm də. Ona görə bir dənə də vururam B-yə. Bu da olacaq 10 kök altında 10 B. Yəni bu qayda sizə uyğun gəlmədisə, burada izah elədiyim qayda ilə yaza bilərsiniz. Eyni ifadədir. Sadəcə kök altında 7 idi orada, burada da kök altında 3'dür. Yaxşı, gəlin yazaq. Gəlin yazaq. Baxın, 10 kök altında 3'ü. Yəni ifadə eləyəndə nə etməliyəm mən burada? A bölək B bərabərdir 10 kök altında 3. Yenə baxın, 0,3'ü kök altında 10'da, kök altında 3 kimi yazsam bərabər olacaq. 10 kök altında 3 olduğu kimi yazılır. Məxrəcdə, məxrəcin surəti məxrəcdə qalır. Məxrəcin məxrəci surətə vurulur. Kök altında 10'a vurulacaq. Bərabərdir. Baxın, burada kök altda 3'dən kök altda 3 getdi. A bölək B bərabərdir 10 kök altında 10. Buradan da A bərabərdir 10 kök altda 10 B. Baxıram 14-cü suala. İfadənin qiymətini hesablayın. Yenə uşaqlar ortaq məxrəcə gətirirəm. Ortaq məxrəc olacaq kök altında 20. Kök altında 20 olanda surətdə nə olacaq? Kök altında elə birinci tərəfin surəti olduğu kimi yazılır. Üstə gələk. İndi ikinci tərəfi yazanda kök altında 20'ni kök altında 5'ə bölüb, təbii ki, burada olacaq kök altında 4. Kök altında 4'dən də çıxacaq nə? 2. Yazıram 2 vuraq. Kök altında 5 çıxaq. Kök altında 20. Bərabərdir. İndi baxın uşaqlar, burada gəlin kök altında 20'ləri daha sadə şəkildə yaza bilərdik, amma gəlin belə yazaq. Üstə gələk 2 kök altında 5 çıxaq 2 kök altında 20. Məxrəcdə də olacaq kök altında 20. Bərabərdir. Baxın uşaqlar, bu kök altında 20 müsbət, burada 2 kök altında 20 var, mənfidir.
Bunlar olacaq kök altında 20. Kök altında, gəlin əvvəlcə buradan başlayaq. Kök altında 5-in üstünə gəlirəm, 2 kök altında 5. Bu olacaq 3 kök altında 5. Çıxaq, baxın, biri var kök altında 20 müsbət, bu da çıxaq 2 kök altında 20-dir. Burada nə qalır? Böyükdən kiçik çıxıram, qalır 1 kök altında 20-də, yəni sadəcə kök altında 20. Məxrəcə də yazıram kök altında 20-ni. İndi uşaqlar, mən nə edirəm? Kök altında 20-ni daha da sadələşdirirəm. Kök altında 20-ni mən əgər yazsam kök altında 4 vuraq 5 kimi, bu zaman 2 çıxıb 5 kökün altında qalacaq. İndi gəlin mən 20-ləri o şəkildə yazım. 3 kök altında 5 çıxaq. 20-ni yazıram 2 kök altında 5 kimi. Məxrəcdə də 20-ni yazıram 2 kök altında 5. Bərabərdir. 3 kök altında 5-dən 2 kök altında 5-i çıxanda elə qalır kök altında 5. Məxrəcdə də 2 kök altında 5-dir. Burada da kök altında 5-lər gedir, qalır məxrəcdə 2, surətdə də 1, yəni 2-də 1. İndi baxıram 15-ci suala. 15-ci sualda yenə ortaq vuruq kimi mən 12-ni, kök altında 12-ni ortaq məxrəc kimi yazıram. Surətdə yenə kök altında 3 çıxaq, kök altında 12. Uşaqlar, gəlin kök altında 12-ni sadələşdirək. Mən kök altında 12-ni kök altında 3 vuraq 4 kimi yazsam, buradan 4 kökün altından 2 olaraq çıxır, 3 kökün altında qalır. İndi mən 12-ni 2 kök altında 3 kimi yazsam, surətdə də 2 kök altında 3. Üstə gələk. 2 kök altında 3-ü kök altında 3-ə böləndə 2 qalır. Yazıram 2 vuraq. Baxın, mən burada yazsam 2 vuraq kök altında 3, üstə gələk kök altında 12-ni də yazsam 2 kök altında 3 kimi. Bax, bu 2 hər iki birinə tək-tək vurulacaq. Vurulanda surətdə olacaq 2 kök altında 3. Üstə gələk. 2-ni də vururam yenə mötərizənin içərisindəki 2 kök altında 3-ə. Bu da olacaq 4 kök altında 3. Bərabərdir. Bərabərdir. Baxın uşaqlar. Bu 2 kök altında 3 müsbət. Bu birisi isə biri mənfi, biri müsbətdir. Bunlar getdi. Surətdə qaldı. Baxın. 4 kök altında 3 ilə kök altında 3 ilə kök altında 3. Bunlar toplanır, olacaq 5 kök altında 3. Məxrəcdə də olacaq 2 kök altında 3. Burada da kök altında 3-lər gedir. 2-də 5 qalır. Bu da olacaq 2 tam onda 5. Yəni B variantı. İndi baxıram 15-ci sual, 16-cı suala. 16-cı sualda A sıfırdan kiçikdir, B isə A-dan həm də sıfırdan böyükdür. İndi uşaqlar, A kiçikdirsə, baxın, burada kvadratla kök gedir modulda. Bax, bu modulda A çıxaq B olur. Modulda A çıxaq B-dən də B çıxaq A kimi açıram. Sonra yazıram, üstə gələk. Baxın, uşaqlar, A sıfırdan kiçikdir. Burada mənfi ilə çıxacaq. Bu olacaq mənfi. A sıfırdan kiçikdir. Mötərizənin içərisində A-nın kvadratıdır. Bunlar gedəndə A-nın, əgər A sıfırdan kiçikdirsə, modulda A-dan nə çıxacaq? Mənfi A. İndi buradan kök altında 16, 16-dan 4 çıxır, vuraq modulda A. Modulda da mənfi A olacaq. Bu da olacaq çıxaq 4A. Bərabərdir. B olduğu kimi qalır. Mənfi A ilə 4A olacaq mənfi 5A. Bu da olacaq B çıxaq 5A. Yəni Y variantı. 17-ci suala baxırıq. 17-ci sualda biz nə edə bilərik? 17-ci sualda qoşmasına vura bilərik. Baxın. Qoşmasına vuranda nə edirik uşaqlar? Bax, gəlin sadəcə mən sizə müxtəsər vurma düsturlarından danışmayacağım. Nə edirəm? Bax, ümumi kökün altında sadəcə yazıram məxrəcdə. 4-ün kvadratı. 4-ün kvadratı nədir? 16 çıxaq. Bax, 15. Kök altında 15-in kvadratı, yəni 15-in özü.
Həmişə nə edirik? Kvadratlarını bir-birindən çıxırıq. Əgər kök altında bir ədəddirsə, ədədin özü yazılır kökaltısız. Əgər hansısa bir ədəddirsə, kökün altında deyilsə, kvadrat yazılır. Surətdə də ümumi kökün altında nə yazıram? Əgər məxrəci necə yazmışamsa, yəni mən bunu cəminə vurmuşam ki, bunu almışam. Surəti də yenə. Yox uşaqlar, belə bəlkə də bilməyəsiniz. Gəlin, mən bunu sizə ətraflı izah edeyim. Baxın, mən məxrəci nə edirəm? Məxrəci qoşmasına vururam. 4 çıxaq kök altında 15-i vururam qoşmasına. Yəni 4 üstəgəl kök altında 15-ə. Surətdə də nə yazıram? Surətdə də yazıram 4 üstəgələk kök altında 15 vuraq 4 çıxaq kök altında 15. Daha doğrusu üstəgələk. Məxrəci nəyə vurdumsa, surəti də həmin ifadəyə vurmalı idim. Ona görə. Yazıram bərabərdir. Ümumi kökün altında yazmışdım. Burada da bir dəfə cəmini, bir dəfə fərqinin kvadratını yazıram. Yazıram 4-ün kvadratı çıxaq kök altında 15-in kvadratı kimi. İndi məxrəcdə nə olacaq? 16 çıxaq 15. Bu şəkildə yazdım. Surəti nə yazıram? Bax, 2 dənə eyni ifadənin cəmini bir-birinə vururamsa, təbii ki, bu kök altında olacaq. Olur 4 üstəgəl kök altında 15-in mötərizədə kvadratı. Baxın uşaqlar, məxrəcdə 16-dan 15 çıxıram, 1 qalır. Kökün altından da 1 çıxır. Burada da kvadratla bu kök altı gedir. Surətdə də olacaq 4 üstəgəl kök altında 15. Uşaqlar, bir də burada şərtdə bir dənə də çıxaq 15 var idi. Çıxaq 15-i buradan yazıram. Burada da yazaq çıxaq kök altında 15 daha doğrusu. Yazırıq 4 üstəgələk kök altında 15, çıxaq kök altında 15. Burada da mənfi müsbət 15-lər gedir, qalır 4. Yəni D variantı. İndi baxırıq 18-ci suala. 18-ci sualda da yenə ifadənin qiymətini hesablayın. Yenə qoşmasına vururuq. Baxın, surətdə kök altında 3, üstəgələk kök altında 8-dir. Məxrəcdə də kök altında 3, çıxaq kök altında 8 verib. Çıxaq 2, kök altında 2. Baxın uşaqlar, mən kök altında 8-ləri 2 kök altında 2 kimi yaza bilərəm. Və yaxud da belə də saxlaya bilərik, sonda da aça bilərik. Gəlin kəsri məxrəcini irrasionallıqdan azad eləyək. Baxın, burada irrasionallıqdan azad eləyəndə qoşmasına vururam. Yəni, kök altında 3, üstəgələk kök altında 8-ə vuracam. Surəti də məxrəci nəyə vurmuşamsa, həmin ifadəyə mütləq vurmalıyam. Təbii ki, burada ümumi kökün 6 var. Surətdə də ümumi kökün altından 3 çıxaq kök altında 8-i üstəgələk. Məxrəci toplamaya vurdumsa, surəti də toplamasına vurmalıyam. Burada da çıxaq 2, kök altında 2 var. İndi baxın, uşaqlar, bir dəfə burada cəmini, bir dəfə fərqini yazacağım kvadrat formasında. Bu olacaq 3-ün kvadratı çıxaq kök altında 8-in kvadratı. Burada kvadratla 8 gedir. Burada da 3-ün kvadratı 9 edir. Yazıram 9 çıxaq 8. Surətdə nə olur? 2 dənə toplamasıdır. Ona görə mən yazıram. Təbii ki, bu kökün altındadır. Baxın uşaqlar, surətdə nə yazacağım? 3 üstəgələk kök altında 8-in mötərizədə kvadratı. Nəyə görə? Çünki 2 dənə eyni ifadədir. İkisi də toplamadır, mötərizədə təkrar yazılıb. Ona görə bununla kvadratla da kökün altı gedir. Burada da kök altında 1 qalır. Kök altında 1-dən də 1 çıxır. Mən elə 1-i məxrəcdə yazıram. Burada da çıxaq 2 kök altında 2 var idi. Bərabəri qoyuram. İndi surətdə nə almışam? 3 üstəgələk kök altında 8 çıxaq 2 kök altında 2 bərabərdir. Kök altında 8-i mən, baxın, kök altında 4 vuraq 2 kimi yazsam. Buradan 2 çıxır, kök altında 2 də qalır. Yəni, olacaq nə? 3 üstəgələk 2 kök altında 2 çıxaq 2 kök altında 2. Bərabərdir. 2 kök altındakilər gedir, qalır 3. Yəni, bu olacaq B variantı.
Aha, baxırıq növbəti suala. Yəni 19-a. 19-cu sualda verib 2 kök altında 19-cu sual kök altında 18 çıxaq. Mötərizədə baxın uşaqlar. Bu müxtəsər vurma düsturlarından ait bir düsturdur. Nə yazıram? Birincinin kvadratı, yəni kök altında 6-nın kvadratı. Bu nə olacaq? Elə kök altında 6 olacaq. Sadəcə 6 olacaq. Kök altından çıxır. Çünki kvadratla kök altı gedir. Qalır 6, üstə gəl. Üstə gəlinə birinci ilə ikincinin hasilinin, yəni kök altında 6 vuraq kök altında 3-ün. Bu olacaq kök altında 18, 2 misli. 2-yə də vuranda olacaq 2 kök altında 18. Üstə gələk ikincinin kvadratı, yəni kök altında 3-ün kvadratı. Kök altında hansısa bir ədədin kvadratını yazarkən, həmin ədəd olduğu kimi kökün altından çıxır. Bərabərdir. Yazıram 2 kök altında 18 çıxaq. Baxın, mötərizənin xaricində çıxaq olduğuna görə mötərizənin içərisindəki işarələr tamamilə dəyişir. Olacaq toplamalar çıxma. Üstə gələk 3-dürsə, mən yazıram çıxaq 3. Baxın, 2 kök altında 18 müsbət, 1 mənfi. Bunlar getdi. Mənfi 6 çıxaq 3-də olacaq mənfi 9. Yəni C variantı. İndi soruşur ki, 20-ci suala baxırıq. 20-ci sualda soruşur, vurğu kök işarəsi altına salın. Vurğu kök işarəsi altına salarkən biz nə edirik? Kvadrata yüksəldirik. Baxın, bu B kökün içərisinə daxil olanda kvadrat şəklində gedəcək. Yəni, kök altında B-də 6, həmin o B də kökün altına gələndə olacaq B kvadratı. Bərabərdir. B kvadratından B gedir, qalır kök altında 6B. Yəni, D variantı. İndi baxıram 21-ci sualda da. Həmin qaydada, baxın, A kökün altına gələndə A-da 7 kvadratla gəlir. Olacaq A kvadratı. Aynı da A kvadratı gedir, qalacaq kök altında 7A. Yəni, A variantı. İndi soruşur, 5 sıfırdan kiçik olduqda kök işarəsi altından çıxardın. Kök işarəsi altından çıxardanda biz nələrə diqqət etməliyik? Birinci növbədə baxmalıyıq ki, kök altı mənfi ola bilməz. Kökün altından əgər bir ədəd sıfırdan kiçikdirsə, mənfidirsə, yəni modulu çıxacaq. İndi mənə B-ni sıfırdan kiçik verir. 5 sıfırdan kiçik o deməkdir ki, modulda B-dən mənfi B çıxır. İndi mən yazıram kök altında 64A B kvadratını. İndi mən B-ni çıxardanda 64-dən 8 çıxır. B kvadratı. B kvadratından da uşaqlar modulda B çıxır. Modulda B çıxır. A çıxmır. Nəyə görə? Çünki A-nın qüvvəti cüt ədəd deyil. Bu da kök altıdır. Cüt dərəcədən kökün altındakı ifadənin də qüvvəti cüt olmalıdır ki, kökün altından çıxsın. A kökün altında qalır, bərabərdir. İndi modulda B-dən mənfi B çıxdığına görə mən B-nin mənfisini atıram qabağa. Olacaq mənfi 8B kök altında A. Yəni C variantı. Dəyişənin hansı qiymətində ifadəsinin mənası var? 23-cü suala baxırıq. Uşaqlar, dəyişənin hansı qiymətində soruşarsa, ifadənin mənası var deyə. Həmişə biz yenə o qaydanı təkrar edirik ki, cüt dərəcədən kökün altından heç vaxtı mənfi çıxa bilməz. O vaxtda bu ifadənin mənası olar ki, baxın, bu kökün altındakı bu ifadə böyük bərabər olmalıdır sıfırdan. Buradan 5x böyük bərabərdir 10-dan. Baxın, 10-u tərəfə keçdi, işarəsi dəyişdi. X da böyük bərabər 2-dən. Deməli, 2-də daxil olmaqla müsbət sonsuzluğa, yəni 2-dən böyük bütün qiymətlərində ifadənin mənası var. Yəni, olacaq, təbii ki, müsbət 2-dən müsbət sonsuzluğa, o da olacaq D. İndi soruşur 24-cü sual. 24-cü sualda deyir ki, dəyişənin hansı qiymətində ifadənin mənası var? İndi mən bunu yazıram 5 çıxaq 10x.
böyük bərabər 0 olmalıdır təbii ki. İndi buradan 5 böyük bərabər mənfi 10-u digər tərəfə keçəndə olacaq müsbət 10x. Buradan 10 bu tərəfə keçir, olacaq 10-da 5. Yəni burada da ixtisar gedir, olur 2-də 1 böyük bərabər x. Deməli, x-in 2-də 1-dən kiçik qiymətlərində eyni zamanda 2-də 1 də daxil olmaqla. Kiçik deyəndə də gedir bu mənfi sonsuzluğa. Daha doğrusu biz bunu mənfi sonsuzluqdan 2-də 1-ə yazmalıyıq. Çünki kiçikdən böyüyə gedir. Mənfi sonsuzluqdan 2-də 1-ə qədər qiymətlərində ifadənin qiyməti var. Nəyə görə mənfi sonsuzluqdan? Çünki kiçilə gedir, yəni kiçiyə doğrudur. Ona görə olacaq D. Aha. İndi soruşur ki, bu aralıqda neçə tam ədəd var? Deməli, uşaqlar, bu tip sualları biz necə yazırıq? Yazmalıyıq. Baxıram kök altında 2. Kök altında 2-dən təxmini neçə çıxa bilər? Məsələn, 1 dəfə 1 ola bilməz. 1-dən böyük ədəddir. 2-dən kiçik. Deməli, 1 ilə 2-nin arasında bir ədəd çıxır. Mən kök altında 2-ni, o zaman mən yazıram 1,5 kimi. 1-dən böyük, 2-dən kiçik ədəd çıxır. Çünki 1 kökün altında elə 1-dir. Çıxaq 5, daha doğrusu çıxaq 1. Bu deyəcək 0,5. Digər tərəf olacaq kök altında 5. Kök altında 5-dən neçə çıxa bilər təxmini? Kök altında 5 kök altında 4-dən böyükdür. Kök altında 4-dən də 2 çıxdığına görə deməli 2-dən böyük ədəd çıxacaq. 2-dən böyük 3-dən kiçik nəyə görə? Çünki 3 ola bilməz. 9-dan 3 çıxır kök altında. 5 deməli 2 ilə 3-ün arasında bir ədəddir. Ona görə mən buna da verirəm 2,5. Üstə gələk 1. Bu da olacaq 3,5. Neçə tam ədəd var deyəndə də, baxın, 0,5 ilə 3,5-in arasında neçə tam ədəd var. Bunu tapmaq üçün də mən 3,5-dən çıxıram 0,5-i, yəni 3 dənə tam ədəd var. Yəni, uşaqlar, kökün altından hansısa bir ədədi çıxardanda təxmini hansı 2 ədəd arasında yerləşir, onu tapmaq üçün tam onda 7 yazanlar var, tam onda 8, onda 3, onda 2, elə eləmirsiniz. O 5 yazırsınız tamamı. Məsələn, 2 tam onda 5, 2 tam onda 6. O zaman sizin hesablamanız daha dəqiq olacaq. İndi baxıram 26-cı suala. 26-cı sualda yenə uşaqlar kök altındakı 1 ilə 2-nin arasındadır. Yazıram 1,5, çıxaq 5 bərabərdir. Bu olacaq mənfi 3,5. Kök altındakı yenə mən 1,5 yazıram. Kök altındakı üstə gəl 1. Bu da olacaq 2,5. İndi mənfi 3,5 ilə 2,5-in arasındakı ədədləri sayını bilməliyəm. Uşaqlar, gəlin sizə bir də belə bir qayda deyim. 2 müsbət ədəd arasındakı tam ədədin sayını soruşanda böyükdən kiçiyi çıxırıq. Əgər biri mənfi, biri müsbətdirsə ədədləri və bunların arasında neçə tam ədəd var soruşursa, baxın, yadınızda saxlayın. O zaman modullarını toplayırsınız. Sadəcə 3,5-in üstünə 2,5 gələcəm. Bu da olacaq 6. Deməli, 6 tam ədəd var. Baxıram 27-yə. Baxın, uşaqlar, bir də fikir verdinizsə, mən silmirəm. Baxın, hamısını yazılı şəkildə saxlayıram. Əgər bu testin izahını yazılı şəklində PDF-ini əldə etmək istəyirsinizsə, qeyd olunan nömrə ilə aşağıda nömrə var. O nömrə ilə əlaqə saxlayıb həmin WhatsApp üzərindən PDF-ini əldə edə bilərsiniz. İndi baxın, kök altında 3 2-dən böyük ədəddir. Çünki yox, 2 olmaz. Çünki 2-dən 4-dən 2 çıxır. Əgər 2 olsa bu kök altında 4 olardı. Yenə kök altında 3-də 1-dən böyük, 2-dən kiçik bir ədəddir. Mən ona yazıram kök altında 3-ə yazıram 1,5. 1,5 çıxaq 2, bu olacaq 0,5 mənfi 0,5. Kök altında 7-də uşaqlar 3 ola bilməz. Çünki 3 kök altında 9-dan çıxır. Ona görə 2 ilə 3-ün arasında bir ədəddir. Baxın, 2 ilə 3-ün arasında bu da olacaq. Mən buna deyərəm 2-dən böyük ədəddir amma.
Mən buna 2,5 deyə bilərəm. Burada yazıram 2,5 üstə gəl 1. Çünki kök altında 7 kök altında 4-dən böyükdür. Ümumiyyətlə uşaqlar, bir ədəd kök altında hansı iki tam ədəd arasında yerləşdiyini bilmək üçün həmin ədədə ən yaxın olan kök altı ədədləri götürürsünüz. Məsələn, kök altında 7, kök altında 4 ilə kök altında 9-un arasında yerləşir. 4-dən çıxır 2, 9-dan da çıxır 3. Kök altında 7 də bu aradadır. Yəni, mən bura 2,5 deyə bilərəm. Fərqi yoxdur uşaqlar. Siz 3-ə də 2,5 deyə, daha doğrusu 5-ə də, siz 8-ə də 2,5 deyə bilərsiniz. Yəni, tamı həmişə çalışın 5 götürün ki, cavabınız o zaman daha dəqiq olacaq. İndi yazıram burada üstə gəl 1-i bu şəkildə də yazdım, bərabərdir. Bu oldu 3,5. Mənfi 0,5 ilə 3,5-in arasında neçə tam ədəd var, bunu tapmalıyam. Bayaq nə dedim? Qayda olaraq. Baxın, buraya yazıram qayda. Mənfi ədədlə müsbət ədəd arasında neçə tam ədəd var soruşanda modullarını toplayırıq, modulunu. 2 müsbət ədəd arasında neçə tam ədəd var deyəndə isə böyükdən kiçiyi çıxırıq. İndi burada mən 0,5 ilə 3,5-i toplayacağım, 4 olacaq. Yəni 4 tam ədəd var. Bu da olur B variantı. 28-ci sual. 28-ci sualda da 3. 3 kök altında 3 1-dən böyükdür. 4-dən kök altında 4 var. Kök altında 1 ilə kök altında 4-ün arasındadır. Bu da kök altında 3-dür. 1-dən 1 çıxır, 4-dən 2 çıxır, 3 də buradadır. Yəni 1,5. 1 ilə 2-nin arasındadır. İndi baxın kök altında 3 kök altında 4-ə daha yaxındır deyib, siz 2,5-dən böyük ədəd götürməyin. Yəni yenə də siz eyni cavab alacaqsınız. Əslində o cür hesablasanız bəlkə bəzi səhvlərə yol verə bilərsiniz tam ədəd sayı ilə bağlı. Ona görə həmişə tam hissəni 0,5 götürün. Daha doğrusu kəsir hissəsini. İndi baxın uşaqlar, 28-ci suala baxırıq. 3-ü mən necə götürdüm? 1,5 çıxaq. Birinci hissəni yazıram. Çıxaq 1 bu olacaq 0,5. Kök altında 5 də kök altında 9 ilə kök altında 4-ün arasındadır. Yəni nəyə görə kök altında 9-dan kök altında 4 götürdüm? Çünki bunlardan kök çıxan ədədlərdir. 4-dən 2 çıxır, 9-dan da 3 çıxır. Deməli 2 ilə 3-ün arasındadır. Mən ona 2,5 deyəcəm. Üstə gəl 2. Bu da olacaq 4,5. 2 müsbət ədəd arasındakı tam ədədi tapanda nə edirdim? Böyükdən kiçiyi çıxırdım. Burada da 4,5-dən 0,5 çıxıram. Bu da olacaq 4. 29-cu suala baxırıq. 29-cu sualda uşaqlar baxın. Burada nə edirik? Ümumi kökü yazıram. Baxın, bu 9-dan kök altında 9-dan 3 çıxır. Bura olacaq 13 üstə gəl 3. Sonra 13 ilə 3-ü toplayacağım kökün altında. Bu olacaq 16. 16-dan da 4 çıxacaq. Gəlin yazaq. Baxın, 4 üstə gəl kök altında 21. Üstə gəl kök altında 13. Yenə üstə gəl kök altında 9. Bərabərdir. Baxın, kök altında 9-dan 3 çıxır. Gəlin buraya yazaq. Bura olacaq 13 üstə gəl 3. Bu da olacaq 16. Kök altında 16-dan da buradan 4 çıxacaq. Bu 4 də elə bax, bura 4 oldu da ümumi şəkildə. 21-in də üstünə 4 gələcəm. Bura olacaq kök altında 25. Baxın bu hissə. Mən buranı hesabladım. Nə aldım? Kök altında 4 üstə gələk, kök altında 25. Kök altında 25-dən də yenə 5 çıxır, olacaq 4 üstə gəl 5. Bu olacaq kök altında 9. Buradan da çıxacaq 3. Bu da olur C variantı. Baxın, belə baxanda çətin görünür, amma çox sadə sual imiş. Baxıraq 30-cu suala. Yenə uşaqlar, baxın, burada göstərirəm. 4-dən çıxacaq 2. 23-ün üstünə 2 gələcəm. Eləyəcək 25. 25-dən də çıxacaq 5. 21-dən də çıxacam
21, 25. Bura olacaq mənfi 4. Təbii ki, buradan da mənfi 4-ün modulu çıxacaq. Bu olacaq yenə kökün altında 4 olacaq. Kökün altında 4-dən də 2 çıxacaq. Bu da olacaq kök altında 32 üstə gələk. Daha doğrusu burada baxın, burada 25 alınır. Kök altında 25. Kök altında 25-dən 5 çıxır. Yazıram 21, çıxaq 5 növbəti kökün altında. Buradan 16 çıxacaq uşaqlar kökün altında. Bax, kökün altında burada qalacaq 16. Gəlin yazaq burada, daha aydın olsun. Baxın, 30-cu sual yazıram. 32 kök altında. Baxın uşaqlar, buradan kök altını bu şəkildə yazıram. Bu da ümumi kökün 6-dır. Baxın, buradan çıxdı 2. Yazdım 23 üstə gəl 2. 23 dən 2-ni topladım, 25 elədi. 25-dən 5 çıxdı. Bura olacaq 21 çıxaq 5 kökün altında. Buradan alınacaq kök altında, burada üstə gəlmədi. 32 üstə gəl, 21-dən 5 çıxanda olacaq 16 kök altında bərabərdir. Kök altında 32 üstə gələk 4. Bu da olacaq kök altında 36. Buradan da çıxacaq 6. Otuzuncu sual olacaq. Demək 6A variantı. İndi isə baxıram 31-ci suala. 31-ci sualda mən 75-i 3 vuraq 25 kimi, 108-i kök altında 108-i 3 vuraq 36, 48-i də 3 vuraq 16 kimi yaza bilərəm. Və yaxud da uşaqlar, siz fikirləşirsinizsə ki, məsələn, 108-i 9 vuraq 12 kimi də yaza bilərəm, 2 vur 54 kimi də yaza bilərəm, hansını yazım? Yəni, elə ədədlər seçməlisiniz ki, birindən kök çıxsın. O da əgər ağlınıza gəlmirsə, baxırsınız ki, variantlarda hamısında variantlarda kök altında 3-dür. Deməli, burada 3 kökün altında qalır. Deməli, hər biri 3-ün vuruğu şəklində yazmalıyam. 3-ə vurma, yəni 3-ə bölürəm. 75-i mən yazsam 25 vuraq 3 kimi. Üstünə gələk 31-ci sualdır. Üstə gələk 108-i vururam 36 vuraq 3. Üstə gələk 48-i də vururam 16. Daha doğrusu çıxaq 16 vuraq 3. İndi 25-dən 5 çıxır. 3 kökün altında qalır. Sonra üstə gəl 36-dan 6 çıxır. Kökün altında 3 qalır. Çıxaq 16-dan 4 çıxır. 3 də kökün altında qalır. Bərabərdir. Toplayanda 7 kök altında 3. Yəni bu olacaq B. İndi baxın 32-ci suala baxıram. 32-ci sualda yenə 8-i mən sadəcə 4 vuraq 2 kimi yaza bilərəm. 4 vuraq 2 üstə gəl. İndi uşaqlar 27-ni kök altında 27-ni 3 vuraq 9 kimi yazsam. Təbii ki, burada 4 də var. Vuraq 4. Çıxaq 3 kök altında 48-i də 16 vuraq 3 kimi yazıram. Bərabərdir. Baxın 4 kök altında 2-dən 4 kökün altından çıxır. Olur 2 kök altında 2. Üstə gələk. Buradan 9 çıxır 3 kimi. Gəlir vurulur bu 4-ə. Olacaq 12. 12 kök altında 3 çıxaq. Buradan da 16-dan da 4 çıxır vurulur burada 3-ə. Olacaq 12 kök altında 3. İndi baxın uşaqlar, bayaq fikirləşdik ki, bəs birində 2 qalıb kökün altında, birində 3. Bu necə hesablanacaq? Baxın, sadə şəkildə 12 kök altında 3-lər də getdi. Biri müsbət, biri mənfi olduğuna görə qaldı 2 kök altında 2. Yəni B variantı. İndi baxıram 33-cü suala. 33 də həmin qaydada. 50-ni mən yaza bilərəm. 25 vur 2 şəklində. Üstə gəl 2 kök altında 36-nı 16 vur 2 kimi yazıram. Çıxaq 98-i 49 vuraq 2 kimi yazıram. 25-dən çıxır 5, 2 kökün altında qalır. Üstə gəl. Baxın 16-dan çıxır 4, 4-ü də 2-yə vuracağım. Eləcək 8 kök altında 2. Burada vurmadı.
Çıxaq. 49-dan da 7 çıxır. Olacaq 7. Kök altında 2. Bərabərdir. Burada deməli 13. 13-dən 7. 6. 6 kök altında 2. Yəni D variantı. İndi baxıram 34-cü suala. 34-cü sualda deyir, kök altında 13 ədədinin kəsir hissəsi ilə bu ədədin hasilini tapın. 13 ədədinin kəsir hissəsini tapmaq üçün mən əvvəlcə baxım. Mən nə edirəm? Baxın, 13 hansı 2 kök çıxan ədədin arasında yerləşir? Hansı ki, kök altında 13-dən söhbət gedir. İndi kök altında 13, kök altında 12 ilə kök altında 14-ün arasında yerləşir. Amma mən elə ədədlər seçməliyəm ki, kök çıxsın. 13-ə ən yaxın kök çıxan ədəd təbii ki 16-dır. 13-dən kiçik 13-ə ən yaxın da 9-dur ki, kök altında kök çıxır. 9-dan kök çıxır 3, 16-dan da kök çıxır 4. Bu 13 də, baxın, bu 3-ün 4-ün arasında yerləşir də. Bu da 3 tam, təxmini 3 tam onda 5-dir. İndi 3 tam nə qədər olduğu mənə maraqlı deyil. Məndən soruşur ki, indi mən nə etməliyəm? Baxın, 13 ədədinin kəsir hissəsi ilə mən kök altında 13-ün kəsir hissəsini tapmaq üçün kök altında 13-dən tam hissəni çıxmalıyam. Mən də baxıram ki, 3,5 tapdım. 3,5-in tam hissəsi 3-dür. İndi mən yazıram. Gəlin buranı silək. Mən yazıram kök altında 13, çıxaq 3. Çünki tam hissəsini 3 tapdım. İndi hasilini soruşur. Vuraq, kök altında 13, üstə gəl 3. Baxın, iki ifadənin bir cəmidir, bir fərqi. Deməli, burada kök altında 13-ün kvadratı, çıxaq 3-ün kvadratı şəklində yazıram. Burada 13-ün kvadratı 2 ilə kök altı gedir, qalır 13, çıxaq. Burada da 3-ün kvadratı 9 eləyir, çıxanda da olacaq 4. Yəni A. 9 kök altında 9-a indi uşaqlar, kök altında 9-dan kiçik kök çıxan ədəd hansı ədəddir? Daha doğrusu 19-dan. 19-dan kiçik kök çıxan 16-dır kök altında. Buraya yazıram kök altında 19-u. Böyükdə kök altında 25-dir ən yaxın. Buradan çıxır 4, buradan da çıxır 5. Deməli kök altında 19 4 ilə 5-in arasındadır. Buna 4,5 deyə bilərəm. Tam hissəsi, kəsir hissəsini tapmaq üçün də həmin ədəddən tam hissəni çıxmalıyam. Tam hissəm 4-dür. Mən indi kök altında 19-dan çıxacam 4-ü. İndi məndən hasilini soruşur. Gəlin buradan yazaq. Çıxıram 4-ü. Vururam mənə verilən ədədə. Üstə gələk 4-ə. Yəni, çünki məndən hasilini soruşduğuna görə burada da bir cəmi bir fərqi görəndə biz nə edirik? Tez kvadratını fərqini yazırıq. Yazıram. Kök altında 19-un kvadratı, çıxaq 4-ün kvadratı. Amma mütləq çıxma yazıram. 2 ilə kök altı gedir. Qalır 19 çıxaq 4. Bu da olacaq 15. Daha doğrusu 5. Burada 4-ün kvadratı 16 deməlidir. Mən 4 yazmışam. 19-dan 16 çıxırıq. Bu da olacaq 3. Yəni B variantı. İndi 36-cı sualda ifadə verib ifadəni sadələşdirməliyik. İndi uşaqlar, mən əvvəlcə ortaq məxrəcə gətirməliyəm. Ortaq məxrəc təbii ki, bunların hasili olacaq. Kök altında 7, çıxaq kök altında 5 ilə vururam. Kök altında 7, üstə gələk kök altında 5-ə. İndi mən bayaq da dedim, əgər ortaq məxrəc hasilini tapmışamsa, birinci tərəf bu tərəfin məxrəcinə vurulacaq. Yəni yazıram kök altında 7 vuraq. Kök altında 7, üstə gəl kök altında 5. Çıxaq. Kök altında 5 vuraq. Digər kəsrin məxrəci. Kök altında 7, çıxaq kök altında 5. Bərabərdir. İndi burada yuxarıda kök altında 7-ni kök altında 7-yə vuranda eləcə 7-nin özü olur. Çünki bayaq da dedim. Eyni kökün altındakı ədədləri bir-birinə vuranda ədədin biri çıxır kökün altından olduğu kimi. Üstə gələk, kök altında 7-ni kök altında 5-ə vuranda olacaq kök altında 35. Çıxaq. İndi uşaqlar, mən bunu nə edirəm? Kök altında 5-i mənfidir.
Kök altında 7-yə vuram. Yenə olur kök altında 35. İndi baxın, mənfi kök altında 5-i mənfi kök altında 5-ə vuracam. Bu olacaq müsbət kök altında 25. Kök altında 25-dən də 5 çıxır. Məxrəcdə də uşaqlar baxın, burada nə görürük? Bu olacaq kök altında 7-nin kvadratı. Baxın bu hissə. Yəni iki ifadənin kvadratı fərqidir. Çıxar kök altında 5-in kvadratı. Burada kvadratlarla 5 köklər gedir. Məxrəcdə qalacaq 7 çıxaq 5 bərabərdir. İndi kök altında 35 ilə bu kök altında 35 biri mənfi biri müsbət getdi. 7 ilə 5 eləyəcək 12. 7-dən də 5 çıxıram. Məxrəcdə 2. Bu da olacaq 6. Yəni 36 A variantı. Baxıram 37-ci suala. 37-ci sualda da eyni həmin qaydada ortaq məxrəc hasili olacaq. Kök altında 13, çıxaq kök altında 11, vuraq. Kök altında 13, üstə gəl kök altında 11. Uşaqlar, ümumiyyətlə bir qayda ilə əzbərləyin ki, baxın bu şəkildə yazanda hər ikisi kökün altındadırsa, kökün altından olduğu kimi çıxardıb fərqini yazırsınız. İndi mən bunu yenə uzun uzadı yazdım, amma ola bilər ki, kimsə başa düşməz. Çünki elə uşaq var, həqiqətən dəfələrlə deyəndə başa düşür. İndi baxın, bu kəsirin sürətini digərinin məxrəcinə vururam. Nəyə görə? Çünki ortaq məxrəc hasilini çıxartmışam. Kök altında üstə gələk kök altında 11. Çıxaq kök altında 11-i vururam digər kəsirin məxrəcinə. Kök altında 13, çıxaq kök altında 11-ə. Bərabərdir. İndi surətdə kök altında 13-dən kök altında 13-dən gəlir 13-ün biri. Üstə gəl 13 11-ə 143. Təbii ki kökün altında. Çıxaq. İndi mən surəti yazıram. Çıxaq. Kök altında 11-i kök altında 13-ə vuram. Yenə 143. İndi baxın, kök altında 11 mənfi. Buradakı 11 mənfi. Bir-birinə vuranda olacaq müsbət. Müsbət olacaq və biri çıxacaq. Üstə gəl sadəcə 11 yazıram. Məxrəcdə də uşaqlar yenə kök altında 13-ün kvadratı. Baxın, buradan kök altında 13-ün kvadratı çıxaq. Kök altında 11-in kvadratı olacaq. Burada kvadratlarla kök altılar gedir. Aşağıda olacaq 13 çıxaq 11 bərabərdir. 143 ilə 143 mənfi müsbət getdi. Qaldı yuxarıda 13 üstə gəl 11. Yəni 24 məxrəcdə də 13 çıxaq 11. Yəni ki bu da olacaq 12. Yəni C variantı. Baxıram 38-ci sualı. Kəsri məxrəcini irrasionallıqdan azad edin. Azad eləyəndə təbii ki qoşmasına vururam. İndi qoşmasına vuranda nə edirəm uşaqlar? Birinci bunun hər birinin hər bir həddin ayrı-ayrılıqda kvadratını yazacağım. Bunun kvadratı bir də bu ifadənin kvadratı. Yəni 2 kök altında 3-ün kvadratı çıxaq. Bu kök altındaydı. 3-ün kvadratı. 3-ün kvadratı. Surətdə də yazıram vuraq. Bax bu ifadə ki var. Baxın burada. Bunun cəmini yazacağım. Olduğu kimi sadəcə üstə gəl formasını yazacağım. Yəni 2 kök altında 3 çıxaq üstə gəl 3. Orada çıxaq 3 idi. Mən üstə gəl 3 yazdım. Bərabərdir. İndi baxın surəti gəlin əvvəl yazaq. 3-ü vururam 2 kök altında 3-ə. Gəlin açaq yoxsa açmayaq. Aha, gəlin açaq. Olacaq 6 kök altında 3 üstə gəl 3-ü kök 3-ü sadəcə 3-ə vururam. 9. Məxrəcdə olacaq 4 vuraq. Baxın 2-nin kvadratı 4 olacaq. Kök altında 3-ün kvadratı 3 olacaq. 2 dəfə 3 olacaq 6 çıxaq. Daha doğrusu 4. 4 vuraq 3 yəni 12 çıxaq. 3-ün kvadratı 9-dur. 9. Bərabərdir. 6 kök altında 3 üstə gəl 9. Məxrəcdə də qalır 3. Bərabərdir. İndi nə edirəm? Surətdə ortaq vuruğu çıxardıram. Surətdə 3 vuraq. Elə mən gərək əvvəlcədən baxın, burada vurub açmazdım. Belə saxlayardım. O zaman yenə əvvəlki qaydada yazmış olsam, olacaq 2 kök altında 3 üstə gəl 3. Məxrəcdə də 3 almışam. Bunlar da gedir. Qalır 2 kök altında 3 üstə gəl 3.
Yəni D. Otuz dokkuza baxırıq. 38 oldu D. 39-da yenə uşaqlar kəsri məxrəcinin irrasionallıqdan azad etməliyik. Azad edərkən nə edirəm? Bayaq dedim. Bir qayda olaraq yadınızda belə saxlayın. Yəni qoşmasına vurmaq lazımdır. Qoşmasına vuranda da kvadratları fərqi olacaq. Burada da ayrı-ayrılıqda kvadratını yazıram. 2 kök altında 3-ün mötərizədə kvadratı üstə gəl. Daha doğrusu çıxaq 3-ün kvadratı. Surətdə də 3 vurulacaq. Baxın, burada cəmidirsə fərqinə vurulur. 2 kök altında 3 çıxaq 3-ə vurulacaq. Bərabərdir. Burada surətdə olduğu kimi saxlayım. 2 kök altında 3 çıxaq 3. Məxrəci də kvadrata yüksəldəndə, baxın, buradan da çıxır. 12 çıxaq 9 bərabərdir. 12-dən 9 çıxanda burada 3 qalır. Bunlar da gedir. Qalır 2 kök altında 3. Çıxaq 3. Bu da olur C. Baxıram 40-cı suala. 40-cı sualda yenə ifadənin qiymətini tapın. Mən nə edirəm? Ortaq məxrəcə gətirəm. Ortaq məxrəc kök altında 5 çıxaq kök altında 7 vuraq. Kök altında 5 üstə gəl kök altında 7. Hər iki kəsrin məxrəcini bir-birinə vurdum. Bu zaman nə olur? Bu kəsrin surətini digərinin məxrəcinə vuracağım. Burada olacaq kök altında 5 üstə gəl kök altında 7 vuraq. Kök altında 5 üstə gəl kök altında 7. Daha sonra üstə gəl. Yuxarıda olacaq kök altında 5 çıxaq kök altında 7 vuraq. Kök altında 5 yenə çıxaq kök altında 7. Bərabərdir. Baxın, yuxarıda nə olacaq? Bunların hər ikisinin eyni ifadədir. Burada olacaq kök altında 5 üstə gəl kök altında 7-nin mötərizədə kvadratı üstə gəl kök altında 5 çıxaq kök altında 7-nin kvadratı. Məxrəcdə də bunların bir dəfə cəmi daha doğrusu hər birinin kvadratı fərqini yazıram. Kök altında 7-nin kvadratı bərabərdir. İndi mən yuxarını açıram. Birincinin kvadratı, yəni 5. Baxın, mən müxtəsər vurma düsturundan açıram. Birincinin kvadratı üstə gəl. Birinci ilə ikincinin hasilinin 2 misli. Yəni kök altında 35-i vuram 2. 2 kök altında 35. Üstə gəl ikincinin kvadratı. Kök altında 7-nin kvadratı elə 7-dir. Üstə gəl. İndi digər mötərizəni hesablayacağım. Birincinin kvadratı yenə bu olacaq 5. Çıxaq. Birinci ilə ikincinin hasilinin 2 misli. Yəni yenə 2 kök altında 35. Üstə gələk yenə 7. Üstə gəl 7. Kök altında 7-nin kvadratını yazdım. Üstə gəl 7. Burada da 5'in kök altında 5'in kvadratı. Kvadratla kök altı gedir 5. Çıxaq. Yenə bu kvadratla kök altı gedir 7. Bərabərdir. 2 kök altında 35. Biri müsbət, biri mənfi. Bunlar getdi. Yuxarıda qaldı 24. Aşağıda da qaldı mənfi 2. 24 də mənfi 2'ye böləndə olacaq mənfi 12. Yəni B. Baxırıq 41-ci suala. 41-ci sualda eyni həmin qaydada bir ortaq məxrəcə gətirirəm. Ortaq məxrəcdə təbii ki hasili olacaq kök altında 5. Deməli vuraq 9 çıxaq kök altında 5. 9 üstə gəl kök altında 5 vuraq 9 çıxaq kök altında 5. Surətdə yenə yəni adi kəsrlərin çıxılmasını da bilirsiniz. Burada olacaq çıxaq 9 çıxaq kök altında 5. Üstə gəl yenə 9 üstə gəl kök altında 5 vuraq 9 üstə gəl yenə kök altında 5 bərabərdir. Deməli uşaqlar məxrəcdə elə 9'un kvadratı çıxaq kök altında 5'in mötərizədə kvadratı olacaq. Burada da kvadratla 5 gedir. 9'un kvadratı
81, 81 çıxaq 5 olacaq. Bu da olacaq 76 məxrəcdə. Surətdə də baxın, 9 çıxaq kök altında 5-in kvadratı üstə gəl 9 üstə gəl kök altında 5-in kvadratı olacaq. Bərabərdir. İndi burada gəlin. 9-un kvadratından kök altında 5-in kvadratı. Hə, buranı yazmışdım 76. 76-nı məxrəcdə yazıram. İndi surətdə nə yazıram uşaqlar? Yenə müxtəsər vurma düsturundan açıram. Birinci tərəf olacaq 81 çıxaq 18 kök altında 5 üstə gəl 5 üstə gəl 81 üstə gəl 18 kök altında 5 üstə gəl 5 bərabərdir. Baxın 18 kök altında 5-lər biri mənfi biri müsbətli gedir. 81 81 162 5 5 olacaq yuxarıda 172 məxrəcdə də 76. Burada da 4-ə ixtisar eləsəm məxrəcdə qalacaq 19, surətdə də qalır 43. Bu da olacaq 19-da 43. Yəni C variantı. Baxırıq 42-ci suala. 42-ci sualda soruşur ki, ədədi intervallardan hansına daxildir? Mən kök altında 8-i 2 kök altında 2 kimi yazıram. Nəyə görə? Kök altında 8-i mən yazsam 2 vuraq kök altında 2 vuraq 4 kimi yazsam buradan 4 çıxır 2 olur. 2 də kökün altında qalır. Ona görə yazıram 2 kök altında 2 8-i yazdım. Üstə gəl 3 kök altında 2. Məxrəci də olduğu kimi yazıram. 2 kök altında 2. Sürət toplanır olur 5 kök altında 2. Məxrəc də olur 2 kök altında 2. Kök altında 2'lər gedir, qalır 2'də 5. Bu da 2,5. 2,5 də təbii ki 2 ilə 3'ün arasında yerləşir. Olacaq A variantı. 43-cü suala baxıram. 43-cü sualda da yenə 12-ni baxın kök altında 12-ni mən kök altında 4 vur 3 kimi yazsam 4'dən 2 çıxır olacaq 2 kök altında 3. Mən indi 12-ni yazıram 2 kök altında 3 üstə gəl. 3 kök altında 3. Məxrəcdə də yazıram 3 kök altında 3. Surəti toplayıram olacaq 5 kök altında 3. Məxrəc də olur 3 kök altında 3. Bunlar gedirlər. Kök altında 3'lər gedir. 3'də 5 kök altında 3. Daha doğrusu 5. Bərabərdir. 5'i də 3'ə böləndə 1 tam. 1 tamdan böyük eləyir. Təbii ki 1 ilə 2'nin arasında ədəd alınır. Bu da olacaq 43, yəni 1 və 2 arasında yerləşir. Baxıram 44-cü suala. 44-cü sualda nə edirəm? Kök altında 5, çıxaq kök altında, daha doğrusu çıxaq 9. İndi mən əvvəlcə bu 2 ilə bu kök altını ixtisar eləyirəm. Və buradan modulunu çıxardıram. Modulda kök altında 5, çıxaq 9 çıxır. Bərabərdir. Təbii ki 9 kök altında 5'dən böyük olduğuna görə mən yazıram 9 çıxaq kök altında 5 bərabərdir. İndi mən burada nə edirəm? Mən baxıram görüm 5'dən mən təxmini kök neçə ala bilərəm. Məsələn 5'dən mən 2 tam nə qədər ala bilərəm də? Yəni 5'dən 2,5 kimi yazsam 9 çıxaq 2,5 bu da eləyəcək 9'dan çıxıram 2,5'i bu da eləyəcək 6,5 təxmini. Bu da yerləşir 6 ilə 7 arasında. Yəni D variantı. İndi baxıram 45-ci suala. 45-ci sualda yenə baxın bu 2 ilə bu kök altı gedir. Modulda kök altında 3 çıxaq 7 yazıram. Təbii ki 7 kök altında 3'dən böyük olduğuna görə moduldan çıxanda yazırsam 7 çıxaq kök altında 3. Kök altında 3'dən də təxmini 1 tam nə qədər çıxır? Mən buraya yazıram 1,5. Bərabərdir təxmini 7 çıxaq 1,5. Buradan da alıram 5,5. 5,5 də təbii ki 5 ilə 6'nın arasında yerləşir. Bu da olacaq B variantı.
İndi baxıram 46. 46-cı sualda deyir ki, a sıfırdan kiçik olduqda, indi baxın, yenə bu kvadratla bu kök gedir. Burada modulda a çıxaq b qalır. Üstə gələk. Baxın uşaqlar, şərtdə verib a sıfırdan kiçikdir. Əgər a sıfırdan kiçikdirsə, deməli modulda a-dan mənfi a çıxır. Burada 4a kvadratı 4-dən çıxır 2. A kvadratı da vuraq modulda a olaraq çıxır. Bərabərdir. Burada b çıxaq a yazacağım. Çünki b a-dan böyükdür. Şərtdə verilib. Çıxaq 2 vuraq. Üstə gələk daha doğrusu. Modulda a-dan mənfi a çıxdığına görə bu olacaq mənfi qabağa keçəcək. Bu toplama olacaq çıxma. Olacaq 2a. Bu da olacaq b çıxaq. Aynen 2a 3a. Bu da olur y variantı. Uşaqlar bu 47-ci sualdır. Üzürlü sayın. Bu 47-ci sualdır. Mən 46-cı sualı ötürüb birbaşa 47-yə keçmişəm. İndi gəlin 46-nı aşağıdan yazaq. 46-cı sualda yenə bu kvadratla bu kök gedir. Yenə həmin qaydada yazıram. Modulda a çıxaq b olur. Üstə gəl, yenə a sıfırdan kiçikdirsə, modulda a-dan yenə mən mənfi a çıxardacağım. Burada 25-dən 5 çıxır. Gəlin elə mənfi a-nı əvvəldən yazaq. Çünki buradan a mənfi ilə çıxacaq. Bu toplama olacaq çıxma. 25-dən 5 çıxır. A kvadratından a çıxır. Bərabərdir. İndi mən burada b çıxaq a yazıram. b çıxaq a çıxaq 5a. Bu da olacaq b çıxaq 6a. Yəni b variantı, c variantı. Aha, indi baxırıq. Baxın uşaqlar, 48-ci suala baxırıq. Burada hər birinin qüvvətə diqqət edəsək, baxıram burada üstü 11-də, burada isə 22-dir. 22 də 11-dən 2 dəfə çoxdur. Ona görə mən eyni bir dərəcəyə gətirə bilərəm. İndi mən burada nə edirəm? Kök altında 24 çıxaq 5 üstü 11 vuraq. İndi mən kök altında 3 üstə gəl kök altında 2-nin kvadratı üzəri 11 şəklində yaza bilərəm. Çünki onsuz da bu 11 bu 2-yə vurulanda olacaq 22. Bərabərdir. İndi yazıram kök altında 24 çıxaq 5. Birinci tərəf olduğu kimi yazıram. Üstü 11 vuraq. İndi mən bu içərini, hansı ki bu kvadrat olan hissəni, müxtəsər vurma düsturuna əsasən açsam, olacaq birincinin kvadratı, yəni 3, üstə gəl. Birinci ilə ikincinin hasilinin 2 misli, yəni 2 kök altında 6, üstə gəl, olacaq 2, üzəri 11 bərabərdir. Burada mən kök altında 24'ü, kök altında, baxın uşaqlar bu 24'ü, kök altında 6 vuraq 4 kimi yazsam, buradan 2 çıxır kökün altından. Olur 2, 6 da kökün altında qalır. Olacaq 2 kök altında 6, çıxaq 5, üzəri 11 vuraq. Bu tərəfdə də olacaq yenə 2 kök altında 6, üstə gələk 5, üzəri 11. İndi mən bunları ümumi mötərizənin içində yazsam, üzəri 11. Biz burada nə görürük? Bir dəfə fərqidir, bir dəfə cəmi. Deməli, ayrı-ayrılıqda kvadratlarının fərqini yaza bilərəm. Çıxaq 5-in kvadratı. Bərabərdir. Burada olacaq 24 çıxaq 25. Bu da olacaq -1. Yəni Y variantı. 49'a baxırıq. 49'da mən hər birini ayrı-ayrı kökün altında yaza bilərəm. Aha, mən bu şəkildə ayrılıqda kökün altında yazdım. Ortaq məxrəc təbii ki hasilini götürəcəm. Ümumi kökün altında yazacağım. Kök altında 7 çıxaq, kök altında 6 vuraq. Kök altında 7 üstə gələk kök altında 6. Surətdə uşaqlar, baxın bu surət bura vurulacaq, olacaq. Gəlin ümumi yazaq. Burada olacaq kök altında 7 üstə gəl kök altında 6'nın mötərizədə kvadratı. Çünki zaten eyni ifadə bir-birinə vurulacaq. Bu şəkildə qalacaq. Çıxaq kök altında. Yenə mən burada da kök altında
7 çıxaq kök altında 6-nın mötərizədə kvadratını yazacağım. Bərabər edirik. Məxrəcdə nə qalır? Kökün altında, baxın, kök altında 7-nin kvadratı çıxaq kök altında 6-nın kvadratı. Bu da olacaq 7 çıxaq 6. Buradan 1 alınır kök altında. Kök altında 1-dən də elə 1 çıxır. Məxrəcim oldu 1. İndi surətə baxıram. Surəti mən müxtəsər vurma düsturundan açacağım. Bu zaman olacaq nə? Mən burada açmağıma ehtiyac yoxdur uşaqlar. Baxın, bu 2 ilə bu kök altı gedir. Bununla da bu 2 ilə də bu kök altı gedir. Surətdə nə qalır? Qalır kök altında 7 üstəgəl kök altında 6 çıxaq. İndi mötərizənin xaricində çıxma olduğuna görə toplama ilə çıxacaq. Çıxaq kök altında 7 üstəgəl 6. Burada da bərabərdir. Biraz səliqəsiz yazdım. Baxın, kök altında 7-lər gedir. Kök altında 6 ilə kök altında 6 olacaq 2 kök altında 6. Məxrəcdə də 1 var, bu da yazılmır. Ümumi cavabım olacaq 2 kök altında 6, yəni A. İndi baxırıq 50-ci suala. 50-ci sualda nə edirik? Baxın, mən bu 12-ni, baxın bu 12-ni 4 vuraq kök altında 3 kimi yazsam, bu olacaq 2 kök altında 3. 27-ni də mən yaza bilərəm 3 kök altında 3 kimi. Əgər bilirsinizsə, yəni biləsiniz bunu nəyə görə belə yazdım. Aha, indi məxrəcdə olacaq. Yəni, gəlin deyim, deməsəm narahat olacağım ki, necə bilməzsiniz birdən. Baxın, uşaqlar, kök altında 27-ni mən kök altında 3 vuraq, 9 kimi yazanda, buradan 9 kökün altından çıxır 3, 3 də kökün altında qalır. İndi mən məxrəcim nə oldu? 4-dən də yenə, baxın, 2 çıxdı, olacaq. Məxrəcim olur 2 kök altında 3, üstə gəl. 3 kök altında 3. Elə bunların cəmi olacaq 5 kök altında 3. Mən indi birbaşa yazıram. 5 kök altında 3 çıxaq. 5 kök altında 2. Baxın, bunu yazdım. 5 kök altında 2. Surətim 1-dir. Çıxaq digər kəsirin məxrəcində. Kök altında 3 üstə gələk. Baxın uşaqlar, 48-i kök altında 48-i. Mən yazıram kök altında 16 vuraq 3 kimi. 16-dan 4 çıxır, 3 kökün altında qalır. İndi burada olacaq kök altında 3, üstə gəl 4 kök altında 3, üstə gəl 5 kök altında 2. Bunu biraz kənara çəkək, digər kəsirimiz yerləşsin. Yenə surətdə 1-dir, çıxaq. Digər tərəf məxrəcdə də 5 kök altında 2, surətdə 1. İndi mən burada nə edirəm? Bərabərdir. Baxın uşaqlar, bu tərəfi də sadələşdirsəm, 4 kök altında 3 ilə kök altında 3 toplananda olacaq 5 kök altında 3. İndi isə ortaq məxrəc yazıram. Ortaq məxrəc təbii ki, bunların hasisi olacaq. Yəni, bütün kəsirlərin məxrəcini vuracam bir-birinə. 5 kök altında 3. Çıxaq 5 kök altında 2 vuraq. 5 kök altında 3 üstə gəl 5 kök altında 2 vuraq 5 kök altında 2. İndi burada nə olur? Baxın, hər bir əgər hasilini ortaq məxrəc tapmışamsa, hər bir kəsirin surətini özündən başqa digər kəsirlərin məxrəcinə vuracağam. Yəni 1-i vuracağam. Baxın, bu iki kəsirin məxrəcinin hasilinə 5 kök altında 3 üstə gəl 5 kök altında 2 vuraq 5 kök altında 2, sonra çıxaq. İndi bu kəsirin məxrəcinin digərlərinin hasilinə vuracağam. 5 kök altında 3 çıxaq 5 kök altında 2 vuraq 5 kök altında 2 çıxaq 5 kök altında 2 vuraq 5 kök altda 3 çıxaq 5 kök altda 2. Bunu biraz kənara eləyim, biraz səliqəsiz göründü. Oxuya bilirsiniz yəqin ki. Bura yazaq 5 kök altında 3 aydın oxusun. Çıxaq 5 kök altında 2. Bərabərdir. İndi bir-bir vurub açma zamanı.
Aha, burada uşaqlar 4-dür. Baxın, bu kəsir 4 olmalıdır. İndi mən bura yazıram 4 vuraq. Gəlin yazaq elə. Hə, yazıram 4 vuraq. 5 kök altında 2 vuraq. Yəqin ki, oxuya bilirsiniz. İndi davam edək. Aşağıda kəsir surəti 5 kök altdakini 5 kök altda 3-ə vuranda olacaq 25 kök altında 6 üstə gəl. 25 kök altın yox, daha doğrusu burada 50 çıxaq. İndi uşaqlar gəlin mötərizədə yazaq. 5 kök altında 2-ni yenə 5 kök altında 3-ə vuranda olacaq 25 kök altında 6 çıxaq. 5 daha doğrusu 50. Sonra yazıram çıxaq. 50-ni hardan aldım uşaqlar? Baxın, bu 5 kök altındakini 5 kök altında 3-ə vurdum. 25 kök altında aldım. 6 aldım. Bu 5 kök altındakini də sonra vurdum. 5 kök altında 2-yə. Bu da oldu 50. İndi davam edirəm. Digər tərəfi də vurub açıram. 4'ü 5 kök altında 2'ye vuranda olacaq 20 kök altında 2. Bura elə 20 kök altında 2 yazaq. 20 kök altındakini 5 kök altında 3'e vuranda eləyəcək 100. Gəlin mötərizə yazaq. 100 kök altında 6 çıxaq. Yenə vuranda 25'i 5'e 100, 200. Uşaqlar, burada yuxarıda bir dəqiqə. Burada yuxarıda mən burada vurmalı idim. Nəyə? Baxın, bu kəsrin onsuz da məxrəcində bu ədəd var idi. Mən bir dəfə cəminə bax bu fərqini vurmalı idim. Bu da eyni bir ifadə olduğuna görə burada ayrı-ayrılıqda kvadratı kimi olacaqdı. Baxın, kök 5 kök altında 3'ün kvadratı çıxaq. 5 kök altında 2'nin kvadratı. Bu da olacaq. Təbii ki, burada da 4 olduğuna görə bu da olacaqdı. Kvadratları olacaq 4 vuraq. Deməli, bura olacaq 75 çıxaq 50. Yəni 4 vuraq 25 şəklində. Məxrəcdə də olacaq. Baxın, bu hissəni bir dəfə cəmi, yenə baxın, bu şəkildə ifadə alacağım. Bunlar da açanda bu hissə olacaq. Baxın, bu hissə olacaq 25. Yəni məxrəcdə yazıram 25 vuraq. Bu 5 kök altında 2'ni yazıram. Bərabərdir. İndi uşaqlar, mən təzədən bunu köçürmürəm. Bu mötərizə vurulub açılanda baxın bura. Mötərizənin içərisi toplam olacaq. Çünki xaricində çıxma var. İndi burada nə olur? 25 kök altında 6 ilə 25 kök altında 6 gedir. 4 vuraq 25. Bura olacaq 100. 100'dən də çıxıram 50'ni. Bu olacaq. Burada bir dənə də 50 var. 50 ilə 50 olacaq 100. Burada 100. 100 çıxaq 100 olacaq sürət. İndi uşaqlar, baxın. Sürətim 100 çıxaq 100'dür. Təbii ki, burada, yəni məxrəcin neçə olmasının mənası yoxdur. Elə bu olacaq 0. Bu da olur B. Yəni baxın, bu qədər gəldik, hesabladıq və sonda nəticəmiz nə oldu? 0. Aha, baxırıq yenə növbəti suala. 51-ci sualda mən nə edirəm? Baxın, burada baxıram 18. Mən o kök altında 18'i kök altında 9 vur 2 kimi yazıram. Baxın uşaqlar, kök altında 18'i yazıram. Kök altında 9 vur 2 kimi. Buradan da çıxır, 9'dan 3 çıxır. Olur 3 kök altında 2. Sonra 27, kök altında 27'ni də yaza bilərəm. Kök altında 3 vur 9 kimi. Yəni 9 vur 3 kimi. Buradan da çıxacaq 9'dan 3. 3 də kökün altında qalır. Kök altında 12'ni də mən yazıram. Kök altında 4 vuraq 3 kimi. 4'dən çıxır 2. 3 kökün altında qalır. Aha, indi mən
yazıram surətdə. Belə yazaq ki, eləşsin. İndi yazıram 5 kök altında 3 çıxaq. 18-in əvəzinə 3 kök altında 2 yazıram. Kök altında 8-i də mən yaza bilərəm. Kök altında 2 vuraq 4 kimi. Buradan da 4-dən 2 çıxır. 2 kökün altında qalır. Çıxaq. İndi 8-in yerinə də 2 kök altında 2 yazıram. Surətdə 1 çıxaq. Yenə uşaqlar 27-ni mən necə yazacağım? Baxın 3 kök altında 3 kimi. Üstə gəl 12-ni necə yazdıq? 2 kök altında 3. Sonra 5 kök altında 2-ni də yazıram. Üstə gəl 5 kök altında 2. Uşaqlar belə çox uzun gedəcək. Gəlin elə əvvəldən 3 kök altında 2, 3 ilə 2 kök altında 3-ü toplayaq. Bu olacaq 5 kök altında 3. Üstə gələk 5 kök altında 2-ni də yazıram. Bu tərəfdə də nə olacaq? 3 kök altında 2 ilə 2 kök altında 2 olacaq 5 kök altında 2. 5 kök altında 2. Sonra çıxaq. Məxrəcdə 5 kök altında 2, surətdə 4. İndi gəlin hesablayaq. Ortaq məxrəc təbii ki, bunların hasili olacaq. Hasilini ortaq məxrəc kimi yazsam. Burada olacaq 5 kök altında 3. Çıxaq 5 kök altında 2 vuraq 5 kök altında 3 üstə gəl 5 kök altında 2 vuraq 5 kök altında 2. İndi surətdə nə yazacağım? Birinci tərəfdə yazacağım. 5 kök altında 3 üstə gəl 5 kök altında 2 vuraq 5 kök altında 2 çıxaq. Burada 1-dir. Çıxaq. Deməli 5 kök altında 2 vuraq 5 kök altında 3 çıxaq. 5 kök altında 2 çıxaq. 4 vuraq. Uşaqlar, mən bu tərəfi necə yaza bilərəm? Mən buraya yazacağım bir dəfə 5 kök altında 3 çıxaq. 5 kök altında 2. Bir dəfə də yazacağım 5 kök altında 3 üstə gəl 5 kök altında 2. Bunların da açılışı nə olur? Baxın bu hissənin açılışı. Olacaq 5 kök altında 3-ün kvadratı çıxaq 5 kök altında 2-nin mötərizədə kvadratı. Bunları da açanda 5 kök altında 3-ün kvadratından deməli 25, 3, 75. Bu tərəfdən də çıxır. Demək 50. 50. Bu da olacaq deməli 25. Mən bu tərəfi yazıram. 4 vuraq 25 kimi. Bu aşağı hissə var, bu məxrəc. Elə bu məxrəci də baxın bu şəkildə yazmaq olar. 25 vuraq 5 kök altında 2 kimi yazacaq. Gəlin indi buranı aşağıdan yazaq. Bərabərdir. Buranı vurub açanda 5 kök altında 2 ilə 5 kök altında 3 olacaq. Bərabərdir. 25 kök altında 6 üstə gəl. Yenə vuranda olacaq 25, 50 çıxaq. Vuranda 5, 25 kök altında 6 üstə gəl. Niyə üstə gəl yazdım? Çünki bu çıxmadı, bu da çıxmadı. Üstə gəl 50 çıxaq. 4-dən 25, 100. Yenə məxrəcdə. Məxrəcdə də baxın, bunları bir-birinə bayaq vurduq, açdıq, 25 aldıq. Vuraq 5 kök altında 2. Bərabərdir. İndi baxıram, 25 kök altında 6'lar gedir. Biri mənfi, biri müsbət. Burada da yenə 50 ilə 50, 100, müsbət 100. Çıxaq, 100 qalır. Burada olacaq 0. 0'dırsa, deməli elə, surətim 0'dırsa, deməli ümumiyyətlə bu kəsrin qiyməti olur 0. İndi baxırıq. Olacaq Y variantı. İndi baxıram növbəti suala. 52-yə. 52-ci sualda ifadənin qiymətini hesablayın. 0,9'dan
51-ci sualda uşaqlar, bəzi uşaqlar fikirləşir ki, buradan 0,3 çıxır 0,9-dan, elə deyil. 0,3-ün kvadratı 0,9 edir. İndi gəlin biz burada 0,9-u baxın, hamısı onluq kəsir formasındadır. Mən bunları adi kəsirə çevirsəm, hər birinin məxrəci 10 olacaq. 10-da 9 kök altında üstə gələk. Baxın, mən bunları sonra ayrı-ayrı kökün altında yazıram. Amma sonra indi yazmıram. 10-da 25 olacaq. Bu tərəf üstə gəl. Bu tərəfdə olacaq 10-da 144. Bərabərdir. Hər birində uşaqlar ayrı-ayrı kökün altında yaza bilərəm. Kök altında 10-da, kök altında 9, üstə gəl. Kök altında 10-da, kök altında 25, üstə gəl. Kök altında 10-da, kök altında 144 kimi yaza bilərəm. İndi burada nə olacaq? Məxrəcdə kök altında 10 qalır. Surətdə kök altında 9-dan 3, üstə gəl 25-dən 5, üstə gəl 144-dən də 12 çıxır. Burada da olacaq məxrəcdə kök altında 10, surətdə də olacaq. Bunları da toplayanda 17, 20. İndi burada gəlin irrasionallıqdan azad edək. İrrasionallıqdan azad etmək üçün burada məxrəci də kök altında 10-a vururam, surəti də vururam kök altında 10-a. Məxrəcdə olacaq 10, surətdə 20 kök altında 10, 20 ilə də 10 gedir, qalır 2 kök altında 10. Bu da olacaq C variantı. 53-cü sual. 53-cü sualda eyni həmin qayda ilə yazırıq. Kök altında 10'da 9'u ayrı-ayrıqda. Kök altında 10'da kök altında 9. Üstə gələk. Kök altında 10'da 3,10'da altını yazıram. 36. Üstə gəl. Kök altında 10'da kök altında 121 bərabərdir. Kök altında 10'da 9'dan 3, 36'dan 6 üstə gəl. 21'dən də çıxır 11. Burada da olacaq kök altında 10'da cəmi olacaq 20. Yenə uşaqlar həmin qayda ilə hər ikisini kök altında 10'a vururam. Buradan 10'da 20 kök altında 10 qalır. Bu 10 ilə 20 ixtisar gedir. Qalır 2 10'a 2 kök altında 10 qalmış olacaq. Bu da olacaq Y. İndi baxırıq 54-cü suala. 54-cü sualda deyir hansıların qiyməti irrasionaldır. Əvvəlcə toplayaq bunları, hesablayaq. A bərabərdir. İndi mən A-da kök altında 5'in üstünə gələcəm. 1'də 2 çıxaq kök altında 5. Burada olacaq 5 vuraq 2 çıxaq kök altında 5. Məxrəcdə 2 çıxaq kök altında 5 yazıram. Çıxaq 1 yazıram. İndi bunu hesablayıram. Burada olacaq 2 kök altında 5 çıxaq 5 çıxaq 1. Məxrəcdə 2 çıxaq kök altında 5 bərabərdir. Burada surətdə olacaq 2 kök altında 5. Daha doğrusu burada üstə gələk 1'dir, toplamadır. 2 kök altında 5 çıxaq 4. Burada 2 çıxaq kök altında 5. Bərabərdir. Surətdə ortaq vuruq kimi 2'ni çıxarsam, burada olacaq kök altında 5 çıxaq 2. Məxrəcdə 2 çıxaq kök altında 5. Burada da uşaqlar 5 çıxaq kök altında 2'ni 2 çıxaq kök altında 5 kimi yazsam, çünki ixtisar eləmək üçün bu şəkildə etməliyəm. Bu zaman mən qarşıya mənfi atacağam. Burada da ixtisar gedəcək, yəni burada hər ikisi ixtisar gedir, qalır mənfi 2. İndi mən A-nı tapdım, mənfi 2. Bu rasional ədəd oldu. A oldu rasional. Məndən irrasional soruşur. A-nı çıxıram. İndi baxıram. B-də nə edirəm? Ümumi məxrəci yazıram. 2 çıxaq kök altında 3'də. Kök altında 3 vuraq 2 çıxaq kök altında 3. Çıxaq 1 bərabərdir. Məxrəc olduğu kimi qalır. Surətdə də 2 kök altında 3. Çıxaq 3 çıxaq 1
Burada da eləyəcək çıxar 4 kimi yazsam bərabərdir. Surətdə 2-ni ortaq məxrəc kimi, ortaq vuruq kimi çıxardıram. Sonra kök altında 3 çıxaq 2. Məxrəcdə də 2 çıxaq kök altında 3. Burada da yenə bunu ixtisarlamaq üçün yerlərini dəyişmək lazımdır. Yerləri dəyişəndə də mən qarşıya bir dənə mənfi atacağım. Mənfi 2. Deməli, B də oldu rasional. İndi baxıram C-yə. C-də yenə ortaq məxrəc. Birinci növbədə bu məxrəci yazıram. Kök altında 10 üstəgəl 3. Surətdə olacaq kök altında 10 vuraq. Kök altında 10 üstəgəl 3. Üstəgəl 1 bərabərdir. Məxrəci yazıram olduğu kimi. Kök altında 10 üstəgəl 3. Surətdə olacaq kök altında 10'u kök altında 10'a vuranda 10 üstəgəl 10 kök altında 3 üstəgəl 1 bərabərdir. 11 üstəgəl 10 kök altında 3. Aşağıda da 10 üstəgəl kök altında 3. Baxın uşaqlar, burada irrasional ədəd aldım. Yəni ixtisar yoxdur. Məxrəcim də irrasionaldır və burada olacaq deməli yalnız C. Bu da olur Y variantı. 55-ci sualda da həmin qaydada yazırıq. Gəlin yazaq 55-ci suala da. Baxın, A bərabərdir. Ümumi məxrəci yazıram. 3 çıxaq kök altında 11. Surətdə kök altında 11 vuraq. 3 çıxaq kök altında 11. Üstəgəl 2. Burada qalacaq məxrəcdə 3 çıxaq kök altında 11. Surətdə də olacaq 3 kök altında 11 çıxaq 11. Üstəgəl 2 bərabərdir. Məxrəcdə 3 çıxaq kök altında 11. Surətdə də olacaq 3 kök altında 11 çıxaq 11-dən 2 9 bərabərdir. Burada ortaq vuruq uşaqlar 3 olacaq. 3 çıxaq burada da olacaq 3. Burada ortaq vuruğa ehtiyac yox idi əslində. Mən burada 3 kök altına 3 yazmışam. Niyə? 11 olmalıdır. Belə olan halda mən 3 ortaq vuruq kimi çıxarsam bu 9 olacaq 3. Demək burada nə olur uşaqlar? Bunlar ixtisar gedir, amma baxın, biri kök altında 11 çıxaq 3'dür, biri 3 çıxaq kök altında 11'dir. Tərsinə ixtisar elədiyimə görə mən qarşıya mənfi atıram, olacaq mənfi 3. Demək 3 rasionaldır. A getdi, yəni A ola bilməz. A'lar gedir. İndi baxıram B-yə. B-yə baxsam, məndən rasional soruşur. Rasional soruşduğuna görə bəli, A-nı götürürük. A rasionaldır. Biri A-dır, digərinə baxaq. İndi isə B-yə baxırıq. B-də yenə kökün altında yenə yazıram. Kök altında 10, çıxaq 3, surətdə də kök altında 10 vuraq. Kök altında 10, çıxaq 3 yazıram. Sonra yazıram çıxaq 1 bərabərdir. Vuranda olacaq 10 çıxaq 10 kök altında 3. Çıxaq 1. Məxrəcdə də kök altında 10. Çıxaq 3. Burada qalacaq demək. Burada 9 çıxaq 10 kök altında 3 olacaq. Gəlin yazaq. Burada da 10 çıxaq, daha doğrusu kök altında 10 çıxaq 3. Daha doğrusu 3 kök altında 10 olmalıdır uşaqlar. Mən bunu niyə 10 kök altında 3 yazmışam? 3 kök altında 10, 3 kök altında 10. Bərabərdir. Ortaq vuruq 3 olacaq, çıxaq. 3 çıxaq, kök altında 10. Məxrəcdə də kök altında 10 çıxaq 3. Burada da ixtisar gedəndə yenə tərsinə yazıldığına görə yazıram mənfi 3. Deməli, B də rasionaldır. Elə bizdə də olacaq elə A və B.
Aha, gəlin baxaq indi 56-cı suala. 56-cı sualda gəlin neyniyək? B-ni hesablayaq. B-də B olacaq bizdə B. 4-də kök altında 13 üstə gəl 2 kök altında 3. A da olacaq A-da. Surətdə 2, məxrəcdə kök altında 13 çıxaq. Mən 12-ni kök altında 4 vuraq 3 kimi yazsam, bu olacaq 2 kök altında 3. Yazıram 2 kök altında 3. İndi mən A-nı B ilə ifadə etmək istəyirəmsə, A-nı bölməliyəm B-yə, bərabərdir. A olacaq, A-nı olduğu kimi yazıram 2 surətdə, məxrəcdə kök altında 13 çıxaq 2 kök altında 3. Baxın, böləndə nə edirdim? Tərsinə vururdum. Tərsinə vuracam. 4 surətə qalxacaq B-də. Məxrəcdə də surətdə məxrəcdə yazılır. Yəni adi kəsrlərin bölünməsinin qaydasıdır sadəcə bu. Kök altında 13 üstə gələk 2 kök altında 3 bərabərdir. Baxın uşaqlar, burada vurmadır da, yəni vuranda nə edirdim? Kvadratının fərqini yazırdım. Yəni kök altında 13-ün kvadratı çıxar 2 kök altında 3-ün kvadratı. Surətdə də 2 dəfə 4 8 bərabərdir. 13-ün kvadratı buradan 13 çıxır. Çıxar 2 kök altında 3-ün kvadratı 12. Burada da 8. 8 surətdə olur. 13-dən 12 çıxanda 1 qalır. Bu da olacaq 8. Deməli, uşaqlar, A bölək B bərabərdir 8-dirsə, A da bərabər olacaq 8B. Bu da olur A. İndi isə baxırıq 57-ci suala. 57-ci sualda uşaqlar biz baxanda nə görürük? Baxıram məxrəcdə 31-dir. Yəni mən 31 mənə yaxın bir ədəddir. 2 üstü neçəsə yaxındır da. Yəni 2 üstü 5-ə yaxın bir ədəddir 31. Mən 2 üstü 5-i 2 üstü 5-im eləyəcək 32. Mən indi burada nə edirəm? Baxın, 2 üstü 10-u 2 üstü 5-in kvadratı şəklində yaza bilərəm. 2 üstü 10-u mən yazsam 2 üstü 5-in kvadratı kimi. Kökün altında 2 üstü 5-in kvadratı kimi yazsam, həqiqətən 2 üstü 10 eləyəcək. Baxın uşaqlar, burada bir dənə çıxaq 3 var. Çıxaq 3-ü mən nə edə bilərəm? Çıxaq 3-ü mən parçalasam, burada olacaq çıxaq 1. Baxın, 3-ü həm 2, həm də 1 olaraq ayırsam. Sonra yazıram üstə gəl. Bu tərəfdə də 2 üstü 6-dır. 2 üstü 6-nı da mən 2 üstü 3-ün kvadratı kimi də yaza bilərəm, amma orada çıxaq 2 olacaq. O mənə mane olacaq. Ona görə mən nə edə bilərəm? Baxın, mən 3-ün birini çıxaq 1 kimi yazdım. Bu tərəfdə qaldı çıxaq 2. Daha doğrusu 2 qaldı. Mən indi buradakı 2-ni toplayarkən yazacağım. 2 vuraq. Baxın, 2 vuraq. 2 üstü 5 çıxaq 1 kimi yaza bilərəm. Həqiqətən də vuranda olacaq 2 üstü 6 çıxaq 2. Nəyə görə bura toplama yazdım? Çünki burada çıxma olacaq. Zaten vurub açanda olduğu kimi açılsın deyə. İndi burada nə olacaq? Məxrəci də yazıram 31. Gəlin bunları ayrılıqda kökün altında yazaq. Məxrəcdə də yazaq 31. Surətdə uşaqlar birinci tərəfi mən baxın 1 elə 1-in kvadratı kimi də yazsam, müxtəsər vurma düsturundan açmış olacağam. Bu zaman surətdə olacaq 2 üstü 5 çıxaq 1 vuraq 2 üstü 5 üstə gələk 1 çıxaq. Bu tərəfi də vurub açsam olacaq 2 vuraq 2 üstü 5 çıxaq 1. Baxın uşaqlar, məxrəcdə də gəlin yazaq 31-i kök altında 31. Surəti də elə kök altındaydı. Baxın uşaqlar, mən nə görürəm?
Mən görürəm ki, kökün altına yazaq. Baxın 2 üstü 5 çıxaq 1 həm burada var, həm də burada var. İndi mən ortaq vuruq kimi yazıram. 2 üstü 5 çıxaq 1 vuraq. 2 üstü 5 üstə gəl 1, yerdə qalanları yazıram. Üstə gəl 2. Məxrəcdə də kök altında 31-i yazdım. Bərabərdir.